Deməli, eradan əvvəl eramızın 3-cü əsri oxşar cəhətdir yadilli basqınları ilə. Bəs yaxşı deyə bilərsənmi sən bizə? Bu yadilli basqınları deyəndə eramızdan əvvəl 3-cü əsrdə kimlər Azərbaycana hücuma keçmişdi? Eradan əvvəl 3-cü əsr. Hətta Atropatena da asılı vəziyyətə düşdü 190-cı il Maqneziya döyüşünə qədər. Sasaniya Romalıdır. Buyur Səbinəm. Tayfalar ilişkin meclisi. Xeyr, Selevklər deyirəm. Eradan əvvəl 3-cü əsr. Eradan əvvəl 3-cü əsrdə hücuma keçən Selevklər olmuşdu. Ayşə, eramızın 3-cü əsrində Azərbaycan şimal və cənubu bütöv şəkildə hansı dövlətə tabe olur? Salam müəllimə. Salamlar. Salam müəllimə. Salam. Eramızın 3-cü əsrin 1-ci yarısında Sasanilər dedin, elə Ayşəm? Bəli. Bəs yaxşı, deməli Azərbaycanın cənubu Atropatena dövləti yox, sadəcə ərazi deyirəm. Atropatena ərazisinin işğal olması hansı Sasani hökmdarının dövrünə düşür? Ərdəşi Babəkən idi, Parfiya dövlətinin süquta uğradı. Sonra Sasani dövlətini qurur. Burada da Atropatenanı 227-də öz əyalətinə çevirir. Amma Albaniyanı çevirəndə daxil müstəqilliyini saxlayır. Albaniyanı işğal eləmiş Sasani hökmdarı kimdir? Ərdəşi Babəkən. Albaniyanı işğal etmiş Sasani hökmdarı. Buyur Ülfət. 1-ci Şapur. Bəli, 1-ci Şapur. Səbinə 1-ci Şapurun zorla yaydığı din? Zərdüştlərin baş məmləkətlərində yerləşir. Zərdüştün Kerift. Yox, nə Kerift o? Kazaka məbədində. Kazaka. Zərdüştlərin dini kitabı necə adlandırılır? Avesta. Avesta nə zaman yandırılmışdı? 5-ci. Keçən dərsdə. Hə, keçən dərslərimizdən. Buyur Lahə. Hayır, biraz uyum. Makedon İskəndər Parsifanda yandırılmışdı. Düzdür, İskəndərin, Makedoniya İskəndərin şərqə yürüşü Persopla yandıran zaman doğrudur. Bəs təbii nə burada öyrəndik ki, deməli 262-ci ildə biz Albaniyanın Sasani dövlətinin tərkibinə qatılması haqqında məlumatı hardan əldə elədik? Albaniyanın elə orada mənbələrdən. Hansı tarixi mənbə? Yox. Buyur Aylin. Nəqş Rəşid adlı adı var idi oradan. Nəqş Rüstəm. Rəşid yox, Rüstəm. Nəqş Rüstəmdəki tarixi abidədən düzdür. Mehriban, bir daha yadımıza sal görəsən bizim. Deməli qeyd olunur ki, eramızdan əvvəl, eramızın 3-cü əsrində Şimali Cənublu Azərbaycanı öz tabeliyində vahid şəkildə birləşdirən dövlət? Sasanilər. Sasani dövləti Parfiya dövlətinə nə zaman son qoyub? Eramızın ikincisi. Yox, 224-də Parfiya süqut edir, 226-da öz dövlətini yaradır. Orada diqqətli oluruq ki, Sasani dövləti demək olmaz qətiyyən. Sadəcə Sasanilərcə deməliyəm. Testlər düşərsə, dövləti yazılsa götürmürsünüz. Sasanilər deyil. Çünki dövlət 226-cı ildə yaranmışdı. 200 sonra yaranmışdı. Bəs yaxşı. Dedik ki, sən dedin bizə orada Azərbaycan Cənubu Sasani canişinlər tərəfindən idarə olunursa, bunlar canişinə nə ad vermişdilər? Mərzbanlar idi. Mərzban sözünün digər bir mənası? Yəni, idarə edən onu qoruyan canişin. Qoruyucusu, sərhəd qoruyucusu adlandırılmışdı. Bəli. İdarə edən şəxslər mərzban və sərhəd qoruyucusu. Ölkəni 20 satraplığa bölmüş hökmdar? 1-ci dara. 1-ci dara düzdür. 36 vilayətə bölmüş hökmdar? Sinşuxandi. 44 qustaqlığa bölmüş hökmdar? 1-ci Xosrovun islahatlarında. Düzdür. Bunlar bizim oldu inzibati islahat keçirmiş hökmdarlarımız. Ardı varsa siz də davam edərsiniz. Bir çox hökmdarları deyə bilərsiniz bu sayıdan. Məsələn, 1-ci Abbasdan tutmuş, Nadir Şahdan tutmuş və s. Bəs yaxşı, Zeynəb sizə deyəcəksiniz elə. Sasanilərin dövründə Azərbaycanlıların ödədiyi məhsul vergisi, torpağa görə məhsul vergisi necə adlanır? Torpağa görə dəstəkli dənxoşları deyirsiniz. Xeyr, diqqətli olursan, vergi dedim. O dediyin torpaq mülkiyyət formalarıdır. Gezit. Xarak gezit deyirəm düzdür. Amma bunlardan hansı can vergisi, hansı torpağa görə məhsul vergisi idi? Can vergisi gezitdir, torpaq vergisi xarak. Düzdür. Sonra, bəs yaxşı, ərəblərin dövründə torpaqdan istifadəyə görə ödənilən vergi hansı idi? Ərəblərdə torpaqdan vergi bilməyəsən, ən sadə şeydir bu. Xarak gezit, orada da ilahə buyur. Ərazi idi, can vergisi də cəriyə. Bax belə Zeynəb.
Bəs yaxşı, 15-ci əsrdə Zeynəb Azərbaycanda torpağa görə ödənilən vergi necə adlandırılır? 15-ci əsrdə. Bəli, 15-ci əsrdə torpaq vergimiz. Kim deyəcəkdim? Buyur Ülfət. Ağqoyunlu Qaraqoyunlu soyurqal torpaq mülkiyyət formasıdır, xidmət müqabilində. Vergini soruşdum. Torpaqdan istifadəyə görə vergi. Malcəhət. Bəli, malcəhət vergisi idi. Bu 15-ci əsrdən başlayır, demək olar ki, 19-cu əsr Rusların Azərbaycanı işğal etməsi o dövrdə malcəhət vergisi ödənilibdir. Bax, bu vergiləri qəşəngcə bilmək lazımdır. Elə bu yaxşı oldu. Baxıram vergilərdən, torpaq mülkiyyət formalarına deyə nəzər çəkirsiniz. Sizə deməli bir şey göndərəcəm uşaqlar, konspekt, torpaq mülkiyyət formaları vergilərdir. Bir də testlər göndərəcəm, onlar da qəşəng testlərdir. Elə çətin deyil, oturub 5 dəqiqə 100 dənəsini işləyə biləcəyiniz testlərdir. Leyla ilə başlayırıq. Leyla, kameranı açırsan. Bəs yaxşı, Sasanilərin dövründə biz qeyd elədik ki, şimaldan gələn axınların qarşısını almaq məqsədi ilə Dərbənd qalasını tikmişdilər. Dərbənd səddi neçənci əsrdə inşa olunub? Düz. Neçənci əsrdə inşa olunub Dərbənd səddi? 6-cı əsrdə, ortalarında. Düzdür, 6-cı əsrin ortalarında. Elə bu zaman, xalqların böyük köçü zamanı Azərbaycana gəlmiş tayfalar hansılardır? Sabir idi, Xəzər, Basil yox. Sağlam idi, Humudur da. Bunlar gəlirdi. Doğrudur. Onlar Azərbaycanda xalqımızın formalaşması prosesini sürətləndirdi, yoxsa tamamilə başa çatdırdı? Sürətləndirdi. 7-9-da başa çatdırıblar. Bəs yaxşı, onda vahid dilin formalaşması dilimizə nə kimi təsir göstərdilər? Türk dilini burada yaymışdılar. Əhali Türk dilində danışırdı. Dil birliyi yaranmışdı. Qəşəng, doğru, dil birliyi yaranmışdı. Düzdür, bax uşaqlar bunu qəşəngcə yadınızda saxlayırsınızlar. Dil birliyi yarandı, amma xalqımız formalaşıb başa çatmadı. Xalqımızın formalaşması və başa çatması neçənci əsrlərdir? 7-ci əsr idi, 4-7-ci əsr idi. Eramızdan əvvəl 4-cü əsrdə başladı. Eramızın 7-9-cu əsrlərində başa çatdı. Məhəmməd, Rəhmaniz, yerdən suallara cavab verin bir-bir. Sonra bunlar dediksə, Aysun bizə deyəcəkdir, Aysun, xalqımızla bağlı prosesləri qeyd elədik. Bəs yaxşı, indi sən mənə deyəcəksən, Sasanilərin dövründə Azərbaycan 6-cı əsrdə, keçən əvvəlki illərdə qəbula düşmüş bir sual idi ki, 6-cı əsrdə Azərbaycanın cənubu, yəni Atropatena ərazisi və Albaniya dövlətinin feodalizmin inkişafında təkan verən hadisə nə oldu? Deməli, feodalizmin inkişafı bir dənə Feodalizmin inkişafına təkan verən hadisə. 6-cı əsrin əvvəli. 6-cı əsrdə, ümumiyyətlə 6-cı əsrdə. 531-579-cu illərdə hakimiyyətdə olmuş hökmdar kimdir? 531-579. Fatih'di. Sasanilərdə hökmdarı soruşuram. Bilmirəm. Nə tez bilməyəsən ki, əzbərdən bilməlisən onu. Bu boyda qaldıran var. Kim dedin? Birinci Quba. Nuray'da görüm Nuray Hüseynova. Bəli, birinci Xosrov. Xosrovun islahatlarını əzbərdən bilmək lazımdır ki, bu Azərbaycanın şimalında və cənubda, yəni Atropatena ərazisi, bax Atropatena dövlət demirəm, ərazi deyirəm. Albaniya dövləti ikisində də feodalizmin inkişafına təkan verdi bunun islahatları. Bu bir. İslahatları bir də siz torpaq və vergi olaraq bölməlisiniz. Ayrıca görüm, hansı islahatlar keçirdi? Yəni torpağa vergiyə aid olan islahatlar hansılardır? Torpaq islahatları. Bir dəqiqə. Vergi islahatları məsələn. Əbər tez aşıqlar, bu günləri medal qazanıbdı, indi onu deyir. Gələn kimdə tez mənə nə aldın? Hələ mən indi bildim sən medal qazanıbsan. Hə, uşaqlar. Təbrik edirəm Bəhvəz. Bax, uşaqlar da səni təbrik edədi, deyir, halal olsun. Bunun da bir dənə dərdi sarı banıdır, banı görməsin. Hə, Aysu, buyur. Vergi islahatlarına baxanda deməli bir çox insan, məsələn, qadındır, məmurdur, qocadır, bunları cizyə var idi o dövrdə, can vergisi idi. Ondan azad eləmişdi, deyə bilərik. Bəli. Qadınlar, bu oldu vergi islahatı. İkincisi bizim torpaq islahatımızdır ki, torpaqla bağlı verilən qərar.
Torpaqla mı? O yadıma gəlmir. Aysu, səni öldürəcəm Aysu. Ən sadə şeydir. Buyur Aylin. Amma orada sahibsiz torpaqları hərbçilərə paylayırdı. Düzdür. Bir dənə də torpaq salatında bir də var idi. Hansı? Bax, inzibati salatı onun torpaq inzibati salatına aiddir. 4 qustaqlığa böldüm. Bir də şey Atropatin Albaniyanın şimal qustaqlığına daxil. Hə, bax bunlar. Bunun inzibati torpaq salatına aiddir. Yadınızda saxlayın. Aysu xanım, bunlar sən cavab verməliydin. Ailem isə deyəcəkdi, Aylin, bəs yaxşı, burada öyrəndik bu islahatlarımızı. Mənə lazımdır ki, bu Xosrov, Aydın gör nə deyir də? Xosrovun islahatlarında öyrəndik ki, Xosrov hansı Türk dövlətinin parçalanmasında iştirak edib, süqut etməsində iştirak edibdir. Yox, partiya nə idi? Albaniya. Axun, 567-də süqut edən dövlət hansı dövlətdir? Axun. Deməli, Axun dövlətinin parçalanmasında iştirak edibdir. Bəs yaxşı, burada onda bir yadımıza bir məsələ düşdü. Axunlara sığınma. Bunlar nə zamanı Sasani hökmdarları Axuna sığınmışdı? Hansı hadisə zamanı? Məzdəkilər hərəkatını deyirsiniz. 1-ci Qubada Axunları gətirmişdi hakimiyyətə. Doğrudur. Onda bəs yaxşı, Məzdəkilər hərəkatı özündən əvvəl hansı təlimdən bir təsirlənmişdi? Manilik təlimi. Düzdür. Məzdəkilər özündən sonra hansı üsyana bir növ bir başlanğıc vermişdi? Təsir etmişdi. Burayan? Xürrəmlər üsyanına. Xürrəmlər üsyanına təsir göstərmişdi. Bəs yaxşı, Aylin, burada öyrəndiyimiz bir məqam var. Deməli, Məzdəkilər hərəkatı neçənci illəri əhatə edibdir? 481-dən 529-a kimi idi. Görən, bu üsyan, Məzdəkilər hərəkatının başlanması 1-ci Qubadın hakimiyyəti illərinə aiddir. Yox, 1-ci Qubadda genişlənir, başlanmır. 488-də gəlib Qubad, ona aid deyil, Firuz'a aid, yadında saxlayırsan. 1-ci Qubad Məzdəyin təsirli aclıq, səfalət vaxtı xalqa payladığı taxıl. Bəs Yunanistanda taxıl paylayan? Perikl idi, düzdür. Perikl doğrudur. Ayan Romada taxıl paylayan? Qardaşlar idi, Qraks qardaş. Bəli, Qayqıraq qardaşı idi ki, Tiberiqraqda yox, Qayqıraq. Taxıl paylamışdı. Yaxşı, taxıl məsələsini dedik, Malikir. Bir də sən bizə deyəcəksən, 3-cü əsrdə Sasanilər 8-ci əsrdə Uyğur türklərini birləşdirən cəhət? 3-cü əsrdə Sasanilər dövlət yaratmalardı. Yaxşı, dövlət yaratdılar düzdür. Sonra? Başqa xristianlıq dini. Buyur Təhmariz. Maniçilik dininin yaranması. Maniçilik təliminin yaranması idi. Bax, 3-cü əsrdə burada. Onda Ayan cəza olaraq da girib Uyğurlarda hansı hökmdardı mani təlimi yayan? Uyğurlarda bir dəqiqə yadıma salma hökmdarı. Bağat Tərkandan sonra Bölgü Xaqandır. Bölgü, düzdür. Bağat Tərkanı keçibsiniz, siz Bağat Tərkan kitablardan çıxarın. Bölgüydür. Yadında qalır. Sadəcə adını verdim, nə elə belə. Hə, deməli Bölgü Tərkanı bildik, Bölgünü bildik ki, bu bölgə mani təlimi yaymışdı 8-ci əsrdə, bunu yadda saxlayırsan. Sonra keçək bir də Sasanilərdən müttəfiq olmuş, bir paltartaq geyin. Sasanilərlə müttəfiq olmuş hökmdarımız. Sasanilərlə hansı hökmdarımız müttəfiq olub Alban hökmdarı? Romaya qarşı mübarizə aparmışdı. Urnayla ayrı mübarizədən nəyə görə şəhərcəhət edərsən? Dövlətin müstəqilliyini qorumaq üçün Romaya qarşı mübarizə deyə bilərik, bir də ki, qorumaq üçün. Hər ikisindən hansı ərazilərin idarəsi tapşırılmışdı? Hər ikisi? Azərbaycana ermənilər üzərində hakimiyyət verilmişdi. Belə hər ikisində ermənilərin idarəsi tapşırılmışdı. Bunu yadında saxlayırsan. Deyək qızım, gözlə bu bir dənə əvvəl qızı. Hə, ermənilər üzərində dedik ki, idarəçilik tapşırılmışdı. Bax, biz Arşakilər, Urnar dedik, hansı sülalənin nümayəndəsidir, bir düzəldim. Arşakilər sülaləsi. Alban Arşakilər neçənci illərdə dövlət idarə edib? 1-ci əsrdən 510-cu ilə qədər, 6-cı əsrə qədər. Düzdür. Ülfət bizə deyəcək, Ülfət, Alban Arşaklərin ilk nümayəndəsi nə kimi tədbirlər gördü? 1-ci Qoçaqlıqçaqan idi. O, mərkəzi hakimiyyətə qarşı çıxanları divan tutdu, birləşdirdi də dövlət vaxtı çəkildi. Düzdür. Uşaqlar, yadınızdadır, belə bir şey deyirəm. Deyirəm ki,
Qoçaqdır bu. Qoçaqlıq eləyib Albaniyanı birləşdiribdir. Bəs yaxşı, hansı hökmdardır ki, Sasanilərə tabe olmuşdu? Arşakların hansı nümayəndəsi? Deməli bu Sasanilər ikinci Vaçedir, ikinci Yezdəgə. Birinci Vaçe idi. Amma bu da var idi, çünki o ikinci Yezdəgə dönəndən sonra asılıqdan sonra onlara qarşı üsyan Yox, 262-ci ildə sualım oydu ki, 262-ci ildə Sasanilərə tabe olmuş Alban hökmdarı. Bəli, o birinci Vaçe. Birinci Vaçe. Bəs yaxşı, Sasanilərlə müttəfiq olub da Roma imperiyasına qarşı mübarizə aparmış hökmdarı kimdir? Urgnayırdı, Ahmet və Dizraf döyüşlərində də iştirak etmişdi. Düzdür. Albaniya, Roma imperiyası və Roma Respublikasına qarşı mübarizə aparıb desəm? Bəli, doğrudur. Respublika ilə də aparıb. O 66-da Qanıq döyüşü var, Qanıq küçü döyüşləri, bir də burada da döyüşləri var. Düzdür. Deməli, imperiya və Respublikasına qarşı mübarizə aparıb, doğrudur. Hansı hökmdardır ki, təhsilə xüsusi önəm verirdi? Asuagi. Düzdür. Təhmaris təhsilə xüsusi önəm vermiş hökmdarımız kim oldu? Asuagi. Asuagi'ndən sonra bir də hakimiyyətdə olmuş 2-ci Vaçe vardı. 2-ci Vaçe'ni biz demişdik ki, nəyə görə 2-ci Vaçe'nin dövründə Haylandır Hunlar Azərbaycana hücuma keçir? Çünki orada Hansı dinə yenidən qayıdır? Hristiyanlığa qayıdır. Bəli, Ona görə. Haylandır Hunlar da sevmirdi Hristiyanlığı. Haylandır Hunlarını Azərbaycana göndərən kim olmuşdu? Haylandır Hunların göndərən elə Kim öyrənmişdi? Xəzərlər Xeyr. Həmin dövrdə 2-ci Vaçe kimə tabe idi? Firuz. Sazan. Bəli, Sasanilərə Firuz. tabe idi, düzdür. Deməli bu, həmişə deyirəm ki, 2-ci Vaçe Samanatdan elə bir su yeridir. Hərdən biz tərəfdə deyirlər, Samanatdan kola yeridir. Neynədir bu? Həm Firuzun könlünü almaq üçün, onun üçün şəhər saldırmışdı ki, bu hansı şəhər idi? Bərdə şəhər. Bərdə Düzdür. şəhəri. Həm onun şərəfinə Bərdə şəhərini saldırır, həm də ona qarşı azadlıq hərəkatına başlayıb. Azadlıq hərəkatına neçənci ildə başlamışdı? 457-də idi. Düzdür, 457-ci ildə hansı ərazini ələ keçirdikdən sonra azadlıq hərəkatına başladı? Dərbənd idi, Çola. Bəli, Çola dərəsini doğrudur. Kimləri də öz tərəfinə çəkmişdi? Mən orada olanların Hunları, Tuş haqqında. Massaget tayfaları, birdən yadına düşməsə, Massaget tayfalarının öz tərəfinə çəkib də mübarizəyə başlamışdı. Onun bu azadlıq mübarizəsi necə başa çatdı? Mən o hər şeydən əl çəkir də, hakimiyyətdən əl çəkir, Düz. sonra məğlub olur. Yəni fərsiz bir iş görə bilmədi. Bir üsyan qaldırdı, türklər demiş. Onu da əlin üzünə bulaşdırdı. Məğlub oldu. Hətta hakimiyyətin əl çəkəcək qədər bunu cəzalandırdılar. Doğrudur. Qəbula Məhəmməd belə bir sual düşmüşdü ki, eramızın 5-ci əsri, eramızdan əvvəl yox, eramızın 5-ci əsrlə eramızın 9-cu əsri Azərbaycan tarixində oxşar cəhət? Hökmdarın hakimiyyət əl çəkməsi. 9-cu əsrdə hansı hökmdar hakimiyyətdən əl çəkib? Yox. Bax 5-ci əsrdə. 9-cu əsr bilmirəm, mən. Niyə 9-cu əsr bilmirsən? Xürrəmlər hərəkatı. Babək neçənci ildə başçılıq edib Xürrəmlər hərəkatına? Aha, o vaxtdan 816, 9-cu əsr mi eləyir? bəli. Oxşar cəhətə düşünürəmmi? 5-ci əsr, 9-cu əsr. De görüm Ülfət. Fahişə də qaldırır. Azadlıq hərəkatı deməli. Bəli, azadlıq hərəkatı. Bəli. Ayşə, izah elə görüm sən bizə burada azadlıq hərəkatı deyəndə nələr nəzərdə tutulur? Burada elə ki İrana qarşı qaldırmışdı azadlıq hərəkatı, digərində də Xürrəmlər qaldırmışdı. Ərəblərə qarşı. Doğrudur. Məhəmməd, 1-ci məzbanlıq dövrünü neçənci illərə əhatə etdi? 1-ci məzbanlıq Bəli. nə idi ki? 1-ci məzbanlıq Sasanlərdə. dövrü. Bəli, Sasan. Məzbanlıq ayrı harda var? 1-ci məzbanlıq dövrünü neçənci illərə əhatə etdi? Sadə və qısa konkret, lakonik cavab verə biləcəyim bir sual. De görüm Mehriban. 510-dan 629. O uzun müddətli məzbanlıqdır. 1-ci məzbanlıq, qısa müddətli məzbanlığı soruşuram. Buyur İlahə. 467-dən 487-yə kimi. Aha, 463, 487-ci illər. Əzbərdən yadda saxlamaq lazımdır. Bu 1-ci məzbanlıq dövrüdür. Bəs yaxşı, Məhəmməd, 1-ci məzbanlıq dövründə Azərbaycanla bağlı nə iş gördülər? Azərbaycanla bağlı xristianlıq dini yayıldı. Canım benim, bunlar Zərdüşt dinində istahiş edirlər. Xristianlığa qarşı çıxış edirlər. Bəli. Məhəmməd lap yoldu bey. Ey ay Məhəmməd. Nə var əqli səndən? Qəşəng cavab ver. Bax deyirsən ki, 1-ci məzbanlıq dövründə heç nə iş gördülər. Əhalini siyahıya aldılar, vergiləri artırdılar.
Bunu demək lazım idi. Bəli. Birinci mərzbanlıq dövrünə son qoyub da, yenidən Arşakilərin hakimiyyətə gəlməsi neçənci il oldu? 3-cü Qaçaqan. 3-cü Mömin Qaçaqan Urnayır. 510 yox, 5-ci əsrdə də. Düz. 3-cü Mömin Qaçaqandı, bir də Urnayırdı. Hər ikisini birləşdirən cəhət? Mərzbanlıqdan çıxmaları da. Xeyr, Urnayır. Hər ikisi hansı dinlə bağlı tədbirlər görübdür? Xristian dini, bəli. Xristian dinlə bağlı tədbirlər görübdür. Urnayır Xristian dinlə bağlı nə kimi tədbir gördü? Urnayır, ha. Urnayır. Bəli. Bax, bu ən sadə sualdır. Sən bunu O Xristianlıq dini yayardı. Rusa məclis keçirdirdi. O qəm məclisi. Urnayır, xeyr. Urnayır. Yox, 3-cü Qaçaqan deyirəm mən. Hə, 3-cü Qaçaqan düzdür. Bəs yaxşı. Onda bizə Nuray Hüseynova deyə bilərmi Nuray? Urnay ilə Konstantini birləşdirən cəhət nədir? Konstantin. Bəli, Konstantin Roma imperatorudur 313-cü il. O sənə bir ipucu verməlidir. Xilaflar eləməsi. Amma dəqiq. Xristian dinini dövlət dini elan etməsi. Xristian dini dövlət dini elan etməsi. Bax, yadında saxla, bu oxşar cəhətdir. Xristianlıq təbliğ edib desələr, burada da Urnayırı götürür. Bəli, götürürsünüz, yəni götürürsünüz, doğrudur. O, xristianlıqla bağlı bir neçə məqamları sual verim. Leyla, deyə bilərsənmi? Franklarda xristianlıq dinini dövlət dini elan etmiş şəxs kimdir? Xristianlığı. Bilmədim. Səs açıb deyin uşaqlar. Klodvig. Klodvig, doğrudur. Bax, bu onlar xristian dinini dövlət dini elan edən şəxslərdir. Azərbaycanda Urnayır, Roma imperiyasında Konstantin, Franklarda Klodvig. Azərbaycanda yenə Arşakilərdə xristianlığı təbliğ edən hökmdarlar var. 3 hökmdardır. Biri Urnayırdır, ikinci Vaçedir, bir də bəli, üçüncü Mömin. Qəşəng, doğrudur. Bəs yaxşı, Nuray Hüseynova bizə deyəcək. Nuray, gəl baxaq görək. 3-cü Mömin Qaçaqan dövründə xristianlıqla bağlı nə kimi tədbirlər görüldü? Xristianlıq. Bəli. Xilaflar etdilərdi. Dedi ki, dini kitablar yaratdı haqqında. Aha. Sonra yox, bilmirəm. Dərs yaxşı. Niyə yaxşı Deyim. oxuyursan? Ay Nuray, niyə həyecanlanırsan? Bəlkə dərsinə qulaq asanlar bir kimsə qəşəng cavab versin. Ver ki, bir nəticəmizi görsünlər. Tamam, hər şeyi qatdın bir-birinə, heç nə cavab vermədin. Atmaq etməyəm, YouTube'da. Necə? Atmaq YouTube'da. Mehriban, de görüm. Elə bir ki, xristianlığı təbliğ edən məktəblər bir də məbəd açdırır. Sonra 488-ci ildə Alban kilsə məclisi çağırır. O məclisdə də ki, yeni dinə aid qanunlar qəbul edir. Düzdür. Bu oldu bizim xristianlıqla bağlı görülən tədbirlər. Amma Mehriban, bu qədər tədbir görülməsinə baxmayaraq, Azərbaycanda xristianlıq dərin kök sala bildi? Yox, sala bilmədi. Düzdür, dərin kök sala bilməmişdi. Sadəcə şimalca, dağlıq bölgələrdəcə yayılır ha bu din. Nuray Sultanova bizə deyəcək, Nuray, bəs yaxşı, Alban hökmdarlarının gəlsəni bir də xatırlayaq. İlk dəfə Arşakilər ilk nümayəndəsi kim oldu? Alban Arşakilərin. 1-ci Şapur. Alban Arşakilərin ilk nümayəndəsi. 1-ci Qoçaq Qaçaqan. Qoçaqlıq eləyib nə iş gördü? Bu yeni məktəblər açdırır. Ay qızım, qoçaqdır. Qoçağın məktəbinə. Qoçaq adam iş görürsən birdən ki, dövləti birləşdirib, qolunun gücünə inanıb, hamının başına bir şapalaq özünə birləşdirib, tabi eləyib, yadında saxla. Qoçaq Qaçaqan qoçaqlıq edib dövləti birləşdirdi. Bəs yaxşı, 1-ci Vaçe kimə tabi oldu? Sasanilərə. Sasanilərə tabi olmuş ilk Alban hökmdarıdır. Urnayır hansı döyüşlərdə iştirak elədi? Dizirav döyüşü, bir də Amit döyüşü. Amit döyüşündə qələbə qazanıb, Dizirav döyüşündə məğlub olur ki, məğlubiyyət zamanı hansı əraziləri itirir? 4 ərazi var. Bax, qəşəng musiqili ritmlə də deyilən sözlərdir. De görüm Aysu. Uti Şakasen Kod Girdiman. Düz. Uti Şakasen Girdiman Kod. Belə tez-tez deyirsən, yadında qalır. Uti Şakasen Girdiman Kod'u tabi elədi kim? Romalılar. Əlimizdən aldı mı? Hə, aldı. Bəs yaxşı, neçəncidir bu əraziləri bizə geri qaytarıbdır? Buyur İlahəm. 387-ci də müqavilədən sonra Cənubi Qafqazı bölürlər, Albaniya qalır Sasanilərdə. Qəşəng, doğrudur.
Bax, orada həmişə uşaqlara deyilən bir məqam var. Testlərdə də düşür ki, bu ərazilərin geri qaytarılması ilahə aiddir Ulunayra. Yox, 313-dən 371 idi hakimiyyət ili. Bu da 387-dir, düşmür. Düz, həmişə deyirəm ki, Ulunayra göz açıq getdi. Torpaqların geri qaytarılmasını görmədi. Göz açıq getmək, bilirsiniz nə deməkdir? Yəni, nədənsə nigaran qalıb rəhmətə gedən insanlara, hər hansısa bir işi yarımçıq qoyub rəhmətə gedən insanlara bir səbəbdə göz açıq getmək deyirlər. Nəsə, bir sözlə, bircə Ulunayra göz açıq getdi, bu torpaqların geri qaytarılmasını görmədi. Bəs ilahəm, deməli 387-ci ildə müqavilə imzalamış iki dövlət vardı. Bunlar hansılar oldu? Sasani ilə Roma. 591-ci ildə müqavilə bağlayan. 590-cı ildə. 91-ci ildə də müqavilə bağlayanlar. Burada da yenə Sasani ilə Roma idi da. Sasani idi, Roma var, yoxsa Bizans deyim? Bizans. Bizans idi, düzdür. 624-28-ci ildə də Cənubi Qafqaz uğrunda mübarizə aparan kimlər idi? Yəni Sasani ilə Bizans. Bizans idi, doğrudur. Bu qarşılıqdan istifadə edib 629-30-cu ildə Azərbaycanı işğal edən Mehranilər idi. yox, 29-30-cu illərdə. Xəzərlər gəlmiş. Xəzər xaqanlığı deyim, yoxsa sadəcə Xəzərlər deyim? Xəzər deyəsən 750, yoxsa 650-dən mi? Bəli, 650-dən sonra idi. Ona görə sadəcə Xəzərlər deyil. Onlar da çıxıb getdi, yenə bu qarşılıqdan istifadə edib hakimiyyətə gələn sülaləm Mehranilər idi. Girdaman vilayətində gəlmişdi. Mehir Sabir türklərindən idi. qəşəng, düzdür. Sabir türklərindən olması hansı dövlətlə oxşar cəhətdir? O dəqiq yadıma qaldı. Buyur Ülfə? Sacitlərdir. Yox. Xəzər xaqanlığı. Xəzərlər də Sabir türklərinin Dimit test topluluğunda bax bu oxşar cəhət var. Deməli, yazır ki, Mehranilər və ya Girdiman knyazlığı ilə Xəzərlərin oxşar cəhəti hər ikisində Sabir türkləri əsas rol oynayıbdır. Bunlar oxşar cəhət təşkil edir. Sonra uşaqlar kameralarınızı açırsınız. Ayşə bizə deyəcəkdir, Ayşə, bunlar aydın oldu hər kəsə. Alban arşaki nümayəndələr. Bax, yaxşı-yaxşı beynimizə həkk eləməliyik, ha. Albaniyada birinci mərzbanlıq dövrü nə zaman başa çatır? 481-də. Birinci mərzbanlıq 487-ci ildə. İkinci mərzbanlıq dövrü neçənci illərə əhatə edir? 630-705. İkinci mərzbanlıq dövrü, uzun müddətli mərzbanlığı soruşuram. 705-də başa çatır. Ay qızım, 510-629 doları soruşuram. Uzun müddətli mərzbanlığı, mərzban. Sasani mərzbanların Azərbaycanı idarə etdiyi dövr. 510-629-cu illər ərzində. Nəsə 629-a qədər Azərbaycanın mərzban idarələri, axır ki 630-cu ildə bir içimizdən bir qeyriyyətli çıxdı, hakimiyyətə gəldi. 630-da hakimiyyətə gələn kim idi? Varaz Grigor. Varaz Grigor özünü kimin vasalı elan etmişdi? Bizansın vasalı. Bəli, Bizansın, doğrudur. Dedin sən bizə Varaz Grigor hansı sülalənin nümayəndəsi idi? Mehranilər. Mehranilər neçənci ilə qədər dövlət idarə edibdi? 705-də. Düzdür. Mehranilər o dediyini Girdiman knyazlığı ilk olub. O hansı əraziləri əhatə edildi ki? Beyləqan ərazisini. Yox. Oradan Zeynəblə Mehriban xətrinə deyəcək ki, biz tərəfi belə deyir. De görüm Zeynəb, Girdiman knyazlığı hansı ərazini əhatə edir? İndi nə olsun Tovuzda? Şəmkir Qazaqda. Bəli, Şəmkir Qazaq. Bax, o hissələri əhatə edir. Girdiman knyazlığı Şəmkir Qazaq bölgəsini əhatə edir. Bir dənə də sən bizə deyəcəksən, Ayşə, Mehranlərin dövründə paytaxt hansı şəhər olubdu? Bərdə şəhəri. Düzdür. Bərdə. Səbinə paytaxtı Bərdə. Qəbələdən Bərdəyə köçürmüş hökmdar kimdir? Mənim ikinci Vaçiyan dövründə olmuş. Düzdür, ikinci Vaçi. Niyə paytaxtı köçürməyə məcbur oldu? Mənim çünki o Firuzun adına, yəni Aha, yaxşı bir Firuzun şərəfinə saldırmışdı bu şəhəri. Bir də həm də orada tayfalar yəni gəlirdi. O da birləşdirmək istəyir ona görə. bir də. Buyur Ayşə. Hücumlar baş verir. Bəli, şimaldan gələn hücumlar. Ülfət, şimaldan gələn ümumiyyətlə hücumlardan dolayı paytaxtı dəyişmiş digər bir hökmdar. Bu şeydə olmuşdu da, 9 Səlcuqlarda olmuşdu, Toğolda Yox, dəyişdi. onlar özləri istəyib işğal hədəfləri, yeni hücum hədəfləri üçün. Hansı Qəznəvilər olar mənliyin. Kim? Qəznəvilər. Onlar da məcburən, hə, doğru da ola bilər, düzdür, qəşəng. Məcburən paytaxt. Kim? Əbu Tahir Şirvanşahlarda. Heç kəsin təhmasib yadına düşmədimi? Osmanlıdan qorunmaq üçün paytaxtı Qəzvinə köçürməsi. 1555. Düzdür. Təhmayız da qəşəngdir. Orada da paytaxtı məsələ Lahora köçürmüşlər. Niyə? Tacı gördülər ki, mümkün deyil mübarizə aparmaq. Məcburən paytaxtı köçürmüşlər. Doğrudur. Sonra
Burada da sözü tapım. Səbinə bizə deyəcək, Səbinəm. Harada qalmışdıq? Ərəblərin Azərbaycanın hücumu. Və görürsən biz Ərəblərin Azərbaycanın hücumu deyirəmsə, Azərbaycan həmin dövr ərəblərin hücuma keçdiyi vaxt hansı dövlətə tabe idi? Sasanilərdən qurtulmuşdular. Sasanilərə tabe idi. Sasanilərin tərkibində hansı döyüşlərdə iştirak edirdik? Deməli, Amid Dizrab onlar deyir. Bir, Amid Dizrab, bax onu yaxşı edin. Amid Dizrabla oxşarcaq, uşaqlar yadınıza saxlayın. Burada 636-cı ildəki döyüşümüzün adı? Kadisiyə. Bəli, Kadisiya-Ktesifon döyüşləri, yadında saxlayırsan. Kadisiya-Ktesifon döyüşlərində öz məharətini göstərən oğlumuz, İgid oğlumuz. Bizim İgid oğlumuz, yox. Abala, can qoyub bu döyüşdə. Qızıl medal alıb. Cavanşir bu qəhrəmanlığına görə mükafatlandırmış Sasani hökmdarı? Yox, üçüncü Yezdəgid. Üçüncü Yezdəgid. Bəli, bu sonuncu Sasani hökmdarıdır. Bir daha yadıma salıram, deməli Cavanşir döyüş meydanında 636-637-ci illərdə Səbinə hansı döyüşlərdə iştirak edib? Kadisiya döyüşündə orada da demək Yezdəgid tərəfindən mükafatlandırılmışdı. Düzdür, Kadisiya-Ktesifon döyüşlərində. Zeynəb, sən bunu hansı hökmdarla oxşarcəhət edərsən ki, o da hökmdar olmazdan öncə döyüş meydanında özünü göstərib sübut eləmişdi? Dimin sualı, Dimin test topluluğunda da bu sualdan qarşılaşıbsınız. Leyla, buyur. İskəndərlə. Düzdür, Makedoniyalı İskəndərlə oxşarcəhət edə bilərik. Zeynəb, bəs yaxşı, hansı döyüşlərdən sonra Xəzər sahili bölgələrə yol açıldı? Hansı döyüşlərdən sonra açıldı? Cənub Azərbaycanda bir-iki dənə döyüş var da orada. Nə döyüş var? 642-ci ildə. İldə mən deyim, adın səndir. 642-ci ildə? Bəli. Nəhavand və Həmədan ələ keçirilməsi olan. Bir daha deyirəm, uşaqlar, Xəzər sahili ərazilərə yol açılıb 642-ci ildə. 643-cü ildə Cənubi Azərbaycanın işğalı hansı döyüşdən sonra baş verdi? Nəhavand və Həmədan. 43. Cəlmədan döyüşü. 643-cü ildə Cənubi Azərbaycanda kimlə müqavilə imzaladı bu ərəblər? Ərəblər elə bir ki, Cənubi Azərbaycanda Bəli. Bax, bunlar nə var bilməyə, ay Zeynəb. Təkrardır da bunlar. Qəşəng yoxu bunların hamısını. Mamadan şikayət elədim, yox verilmədi. Nəsə, uşaqlar hərdən şikayətlərimə baxıram ki, yaxşı nəticə çıxarmayanda deyirəm, daha yüksək vəzifəyə mi şikayət edeyim sizi? İndi sən kimə şikayət edəyək desin? Zeynəb, qəşəng. Hələ sən, bilmirəm, sən buraxılışda necə yazmısan? Orta. Amma buraxılışdan əvvəl daha qəşəng aktiv idi. Buraxılışdan gələndən sonra Zeynəb elə bil ki, böyük bir depresiya düşüb. Hələ depresiyadan səni çıxardamır. Ay qızım, o buraxılış getdi. İmtahan nə oldu, bu oldu. Orada nə yazmısan, odur. İndən sonra həmişə bir söz var, deyib, itirdiklərinizin arxasınca qaçmaqdansa, əlinizdəkilərlə görün bir deyinirsiniz. O imtahan oldu, getdi. İndi artıq bloka hazırlaşmalıyıq. Bizim qarşımızda məqsəd, əgər tələbə adını qazanmaqdırsan, o zaman gərək gecə-gündüz hazırlaşaq. Daha yaxşı cavab verək. Elə mən hey deyirəm, Zeynəb, qəşəng cavab verim, amma ona şikayət edirəm, bir nəticə görmürəm. Aktiv ol dərslərimizdə. Üzün biraz gülümsəsin. Elə bil ki, zülümlə səni o stolda oturdurublar. Başının üstündə elə bir qılınc var. Arada bir Zeynəb Xalnarova falan deyirəm ki, qobiləs fikrin gülümsəyəsən. İndi bunlar hamısı bir kənara. Cəmi az bir vaxt qalıbdır. May qəbulunda biz özümüzü göstərməliyik. Bilmirəm, iyun qəbuluna gedəcəksiniz yoxsa yox. Amma may qəbulunda nəticəmizədir. Əlimizdən gələn qədər bu birinci may qəbulunda çalışacağıq. Qalan digər hissələrini də iyun qəbuluna çatdıracağıq. Ola bilsin, iyuna girmədim. Mayda qutar. Lap gözəl. Elə inanıram ki, sən mayda qəşəng yazacaqsan. Zeynəb, səndə qalmışdıq. Görəsən bizə. Deməli, burada nələrimiz qaldı bizim? Nələri qaldı? Allah, hansılardan sonra? Cənubudan döyüşü. Cənubda kimlə müqavilə imzalamışdılar? Ərdəbillə. İsfənd, 7 ruxsatla. Ərdəbil əhalisini neçənci döyüşdən qaldırdı? 643-də.
44-cü ildə, 44-45-ci ildə. Həmin vaxtda Azərbaycanda Küsyanı yatırmaq üçün hansı xəlifə ordu göndərmişdi? Hansı xəlifə ordu göndərmişdi? Osman. Xəlifə Osman. Yadında saxlayırsan, Xəlifə Osman. Yerdən suallara cavab verin. Leyla, sən bizə de görək, bəs yaxşı. Ərəblərin Azərbaycanın şimalına yol, Albaniya yol nə zaman açılır? Zəndan döyüşündən sonra mən 643-cü ildə. Düzdür. Bax, orada 644-cü ildə Azərbaycanın kənarda hansı ərazi işğal elədilər? Azərbaycanın hansı qonşusu? Qərb qonşusu. Tiflis. Azərbaycandan şimala, Dərbətdən şimala ilk hücumlar neçənci ildə baş veribdir? Dərbətdən şimala 644-də idi. 43-cü ildə. 643-cü ildə Xəzərlərlə ilk döyüşlər necə adlandırıldı? Bax, nə var ki, birinci, ikinci Bələncər. Bələncər döyüşlərdə. 643-653-cü illərdə. Hər iki Bələncər kimin qələbəsinə başa çatdı? Xəzərlər məğlub olmuşdu da bu döyüşlərdə. Xəzərlər qalib gəlmişdi. Hər iki döyüşdə Xəzərlər qalib gəlmişdilər. Ərəblər Azərbaycan cənubunda hansı mərzbanla müqavilə imzalayır? İsfəndiyar. Azərbaycan şimalında hansı müqavilə, şimalda hansı şəxslə müqavilə bağlayıb mərzbanla? Şəhriyar idi. Şəhriyarla bağlanmış müqaviləyə görə hansı şəhər cizyə can vergisindən azad olundu? Dərbənd şəhəri idi, düzdür. Aysu bizə deyəcək, Aysu, bəs yaxşı, Ordubadı vergilərdən azad edən kim olmuşdu? Ordubadı azad edən? Bəli. Adam bilirəm, prosto. Nətər, yəni birinci Abbas demək bu qədər mi çətindir? Bilirdim, mən prosto unutmuşdum. Birinci Abbas Ordubadı vergilərdən azad etmişdi. Sonra buradan bir də öyrəndik ki, Sasanilərdə, daha doğrusu, bax, testdə yenə belə bir qəşəng sual düşür ki, 630-cu illərdən fərqli olaraq 670-ci illərdə Albaniya, 60-70-ci illərdə Albaniya Kimdən fərqli olaraq? elə özü, yəni 630-cu illərdən fərqli olaraq 670-ci illərdə Albaniya nə iş görüb? 670-də Albaniya. 60-70-ci illərdə. Xeyr, buyurula, Ayan qoy, Ayan deyisin bu dəfədə. Ərəblərlə müttəfiqlik eləmişdi. Düzdür. 30-cu illərdə ərəblərə qarşı mübarizə aparıb 660-70-ci illərdə, 660-70-ci illər yadınızda. Bəli, Dəməşqdə görür. Deməli, diplomatik münasibətlər qurub. 30-cu illərdən fərqli olaraq 60-70-ci illərdə ərəblərin diplomatik münasibət qurmuşdu. Ərəblərlə diplomatik münasibət qurmaq üçün Cavanşir hansı şəhərə gedir? Dəməşq şəhərinə gedir, orada desə xəlifə Muaviyyə ilə görüşür. Vergilərin azaldılmasını istəyir, onu da yaxşı qarşılayırlar. Çünki o dövrdə Cavanşirin öz şəxsi nüfuzu var idi da, ona görə. Aha, düzdür. Cavanşir bəs yaxşı. Orada qeyd olunur ki, nəyə görə 654-cü ildə Bizansla görüşübdü, Bizansla müttəfiq olubdu. Orada İslamın həyat verici xaçının bir parçasını almışdı. Bir də hökmranlıq xələtini. Niyə? Niyə 654-də Bizansla görüşməyə məcbur olmuşdu? Çünki Bizansla müttəfiq olmaq istəyirdi. Niyə? Niyə? Görüm Təhmari? Sasanilər də yox idi. Süquta olmuşdu. 651-ci ildə Sasani süqut elə bu gözü qorxdu ki, ərəblər bizi də süqut elətdirəblər ona görə. Ülfət, bəs yaxşı. Biz demişdik ki, Azərbaycan Cavanşirin ölümündən sonra kimlər arasında döyüş meydanına çevrildi? Heç nə mənim, deməli Sasan yox, deməli Ərəbdir, Bizansdır elə. Xəzərlərdir bir də. Xəzər. Cavanşirin ölümündən sonra niyə Xəzərlər Azərbaycana hücuma keçmişdi? Çünki Ərəb-Xəzər müharibəsi gedirdi də hələ. Sonra nəyi bəhanə edib Azərbaycana hücuma keçdilər? Nəyi bəhanə etdilər? Deməli, nəyi bəhanə etdilər? Hə, nəyi bəhanə elədilər? Dedilər ki, bizim kürəkənimiz var, kürəkənimizi öldürürsünüz. Nigər diplomatiyası pozulur da ona görə. Hə, kürəkənləri öldürüblər deyib, Azərbaycana hücuma keçmişlər Xəzərlər, yadında saxlayırsan. Bəs yaxşı, Cavanşirin bir də Xəzərlərlə mübarizəsini yadımıza salaq görək. Neçənci ildə hansı döyüşdə qələbə qazanır Cavanşir? Birinci Kürdə, sonra ordusu döyüşdə məğlub olur. Araz sahilindəki döyüşdə məğlubiyyətə uğramışdı. Doğrudur.
Bəs yaxşı, Kür döyüşünə qalib gəlib də Xəzərlərə dediyi söz? Gedim Çoladan, yəni Dərbənd keçidindən o tərəfə gedim, bir də geri qayıtmayım. Düzdür. Bəs yaxşı. Bir də uşaqlar, bax, Ərəb-Xəzər mübarizəsində yadda saxlamaq lazımdır. Burada o qədər hissələr var ki, Ərəb-Xəzər mübarizəsində hansı döyüşdən sonra ərəblər deyir ki, məğlubiyyət uğrayır və Mosula qədərki ərazilər Xəzərlər tərəfindən də keçirilir. O, deməli, ərəblərin əlinə keçirir, yoxsa Xəzərlər? Xəzərlər, Diyarbəkirə qədər ərazilərlə keçirdilər. Deməli, Xəzərlərin əlinə keçirsə, Bələncər döyüşləri? Diyarbəkirə qədər. Yox, de görüm, Təhmariz? Savalan idi mən. Bəli, Savalan döyüşündən sonra. Savalan döyüşü. Bəs Təhmariz, Ərəb-Xəzərlər arasında sonuncu döyüş? Sonuncu döyüş olsaydı. Bax, bilsən o necə deyirəm həmişə? Hilatda final oldu. Hilat, final. Görsən, bir-birinə yaxındır bu sözlər. Sonuncu döyüşümüz deməli necə adlandırıldı? Hilat döyüş. Hilatda nə oldu? Final olmuşdu. Yadda saxlayırsan bunu. Xəzərlər məğlub oldu. Yəni, dayandırırlar ərəblərin hücumu. Doğrudur. Ərəb-Xəzər mübarizəsi də görəsən bizə ərəblərdə hansı dövrlərə təsadüf edir? Hansı sülalələrin dövrünə təsadüf edir? Müəllim başlayır. Əməvlərdə deməli. Həmçəydə deyə bilərik. Əməvlər, yox, Abbasilər deyə bilərik də. Hamısında ilk xəlifələr dövründən başlayıb, Əməvilər Abbasilərdə də başa çatıbdır. Yəni hamısında Ərəb-Xəzər mübarizəsi mövcud olub. Aydın oldu bu. Xalqımızın formalaşması dedik bu dövrdə başa çatıbdır. Görəsən bizə bir xalqın xalq kimi formalaşması üçün hansı şərtlər lazımdır? Bəli. Dil. Aha. Sonra mənim ərazi olar. Düzü. Bax, dil birliyi, ərazi birliyi. Sonra? De görüm Səbinə. Mənim də bu üçün deyil. Nə var ki burada? Dil birliyi, ərazi birliyi, iqtisadi birlik, mədəni birlik. Bu dörd birlik olmalıdır ki, bir xalq kimi formalaşsın. Aydın oldu bunlar bizə. Bir dənə də oradan sual düşür ki, ərəblərin Azərbaycana gəlişinə qədər ərəblər Azərbaycanın da mərkəz, Cənubi Azərbaycanın mərkəz hansı şəhər idi? Cənubi Azərbaycan. Mən də üstməliyim. Bəli. Cənubi Azərbaycanın. Uşaqlar da çaşır bunda müəllimlərdə. İsfəndiyarla harda müqavilə imzalanmışdı? Hansı şəhərdə? Ərdəbildə. Deməli Ərdəbil imiş ki, orada mərkəz oraymış, orada müqavilə imzalayıblar. Ərəb-Xəzər mübarizəsindən sonra hansı şəhər oldu mərkəz? Ərəb-Xəzər mübarizəsindən sonra Bərdə. Marağa. Nurayda görəsən bizə Nuray Sultanova, ərəblərin Azərbaycanda ilk vaxtlar əmirliyin mərkəzi hansı şəhər idi? Dəməşq. Dəbil şəhəri, Dəməşq deyil. Dəbil şəhəri. Hansı hadisədən sonra Bərdəyə köçürdülər bunlar mərkəzi? Bu birinci Bələncərdən sonra, birinci Bələncərin döyüşündən sonra. Birinci Bələncər 643-dür. Niyə vaxt köçürsünlər? Buyur Lahə. Amma 705-ci ildə köçürürdülər. Azərbaycanda 705-ci ildə köçürürdülər. 705-ci ildə doğrudur. Yadda saxlayırsınız ki 705. Nəyə görə 705 dedim? Səbəbini yazmaz. Çünki heç nə Albaniya sülaləsi. Bəli. Ərəblər tam bərqərar oldu da hakim. Düzdür. Albaniya süqut elədi, ta Albaniyanın Bərdər keçdi bunların əlinə. Əvvəl Albanların əlində idi. Nuray Sultanova, bir də sən bizə deyəcəksən Beyləqanda üsyan. Neçənci ildə başlamışdı ərəblərə qarşı? Kimin başçılıq elədi bu üsyan? Beyləqanda. Buyur Nuray Hüseynova. Müsafir üsyanı. Bəli, müsafir üsyanı. Ay Nuray, bu nə var bilməyə. Beyləqanda müsafir üsyanı. Bunun uşaqlar ili yox idi, amma ilini yazdırmışdı. Neçənci ilə əhatə edib Nuray? 748, 810. 748-752-ci illərə əhatə edib. 48-52. Niyə deyirik 48-52? Çünki, Nuray, ilini niyə yazdırmışdın? Nuray Hüseynova, de görək sən bizə hansı sülalənin dövründə başlayıb, hansı sülalənin dövründə başa çatıbdır? Əməvlərdə başlayıb, Abbasilərdə bitirdi. Düz, bunu bilmək üçün yazdırmışdım. Bəs yaxşı Nuray Hüseynova, sən bizə də görək, tarixdə ilk dəfə qırmızı geyinənlər üsyanı? Xürrəmlər hərəkatı. Bəli, müxalifədə. İlk vaxtlarda niyə döyüşlərdə məğlubiyyət uğrayırdılar? Orada birinci Cavidanın Əbu İbrahim idi və onlar birlik yaratmırdılardı orada. Onların belə siyasəti yaxşı deyildi, məhz ona görə də üsyan yaxşı keçmədi və vəfatından sonra Babək gəldi. Ancaq Babək Doğrudur. Babək neçənci ildə Xürrəmlərə başçılıq eləmişdi?
718. İlk Nizami ordu neçənci ildə göndərilir? 816 idi. 816 idi, bayaq səhv dedin onu. İlk Nizami ordu 819 deyildi. 19 düzdür. Kimin başçılığı ilə xəlifə kim idi həmin dövrdə? Əl-Məmman. Məmnun, Əl-Məmnun idi. 819-cu ildə Əl-Məmnun tərəfindən göndərilmişdi. Ayağım bizə deyəcək, Ayağım, ərəblərin Bəz qalasına keçirmə planı nə zaman puça çıxdı? O elə bir ki, birinci Bələncər döyüşündə. Birinci Həştadsər demək istəyirsən yəqin. Həştadsər. Birinci Həştadsər döyüşündə idi. Həştadsər döyüşü neçənci ildə baş verirdi? Birinci Həştadsər baş verib 830-da. 29 olmasın? 829. 829. Eradan əvvəl 829-cu ildə baş verən hadisə? Eradan əvvəl 829. Bəli. Bir dəqiqə. Yadıma düşmədi ki. Niyə yadına Həmçinin düşmədi? Şahmızdan kitabəsi var idi. Bəli. Adlar çəkilmiş. Adı səbəbdir. Hə. Udakin adı çəkilmişdi. 3-cü Salmansarın kitabəsində. Udakin adı çəkildi. Nə zaman? Eradan əvvəl 829-cu ildə. Bəs yaxşı. Hansı şəhərin Xürrəmlər tərəfindən ələ keçirilməsi ərəblərin vəziyyətini pisləşdirdi? Həmədan şəhərinin. Düzdür. O 9-cu əsrin 20-ci illərində Babək hansı əraziləri şimaldan hansı ərazilərlə keçirmişdi? Babək. Bilməyəcəm bunu. Adı yadımda deyil. Biləsən. Abbas sözünü yadında saxla. Buyur Nuray. Bərdə, Beyləqan, Arşaq və digər Aran əraziləri. Düzdür. Bax, Abbas sözünü yadda saxlayırıq. A, Aran, B, Bərdə, B, Beyləqan, A-nı yadda saxladıq. Azərbaycan, S-da Süni. Bu ərazilər dedik ki, kim tərəfindən işğal olundu? Babək tərəfindən işğal olunmuşdu. Aydın oldun? İlahə bizə deyəcək, ilahə. Bəs yaxşı. Bir də orada 9-cu əsrin ərəblər komandaya kimlərdə dəvət elədilər? Orada kimlərdən istifadə etməyə başladılar? 835-ci ildə Afşin çağırdılar, türk sərkərdəsi. Onda deyirik, türk qulamlardan istifadə etmişdilər. Düzdür. Afşin gəldikdən sonra nə kimi tədbirlər gördü? Bərzəndə idi paytaxtı, yəni qalanı ora köçürdür. Sonra kəşfiyyatçılar göndərir, bir də Babəkin o yaxın adamlarını öldürür. Doğrudur. Bu tədbirlər bir nəticə verdi. 836-cı ildə deyə bilərəm, hansı döyüşdə qələbə qazandı ərəblər? Ərəblər 836-cı ildə 2-ci Haçdətsərdə, amma burada qələbə qazanmırlar da. Düzdür, qələbə qazanmadılar. Babəkin başçılığı ilə Xürrəmlər ilk dəfə nə zaman məğlubiyyətə uğramışdı? 2-ci Həmədan döyüşündə, 833-də. Elə həmin ildə Bizansla müharibəni dayandırmışdı. Hansı xəlifə idi? Möhtəsim. Düzdür. Üsyançıları məğlubiyyətə uğratmaq üçün uşaqlar kim deyər? Başqa kimi deyə bilərik ki, o da Osmanlı ilə müharibəni dayandırmışdı üsyançıları yatırmaq üçün. Heç kəsin yadına düşmədi. Necə? Səfəvilərdəndir. Səfəvilərdə yox. Nadir Şahdaydı uşaqlar. Nadir Şahda 2-ci Sultan Mirzə üsyanını niyə yatırır? Məhz 2-ci Sultan Mirzə üsyanını yatırmaq üçün Osmanlı ilə müqavilə bağlayıb dayandırır müharibəni. 2-ci Sultan Mirzə üsyanı. Bundan sonra bütün qüvvələrini Sultan Mirzə tərəfinə. O Xəzər dənizində hərbi donanma yaratmaq istəyirdi, o da alınmamışdı deyəsən. Nadir? Bəli, deyəsən Xəzərdə nəsə. Bəli, doğrudur. Xəzərdə donanma yaratmaq istəyib alınmamışdı. Sonra bir də nə qaldı ilahə? Oradan. Heç nə, bunların hamısını sual verdik. Bizdə Möhtəsim məsələsini dedik. Möhtəsimə kim öz vəsiyyətində deyir ki, Xürrəmlərə qarşı ən yaxşı adamlarını göndər? Bilmədim. Məmnun. Məmnun ona atası Məmnun tərəfindən belə bir vəsiyyət olunur ki, ən yaxşı adamlarını göndər. Çoxlu pul göndər. Yetər ki, bu üsyan yatırılsın. Bir haşiyə çıxın uşaqlar. Tarixi qaynaqlarda göstərilir ki, əslində Babək Xürrəm adlı dövlət yaradır. Lakin ərəblər qəti qadağan etmişdilər bu dövlət haqqında, dövlətçilik haqqında tarixdə bir məlumat qeyd olunmasını. Bircə bu məlumatlar içərisində ən yaxşı xəbəri yazıbdır. Çünki ərəblərin tarixçiləri Xürrəmlər hərəkatında o qədər mənfi, pis qələmə veriblər ki, hətta onu kafir adlandırırlar, İslama qarşı vuruşan kafir. Amma bilir ki, Babəkin əsl adı nədir uşaqlar? Həsən. Bəli, Həsən. İmamlarımızın evladının adıdır bu. Əgər ki, bu imamımızın evladının adını daşıyırsa, o demək deyil ki, İslama qarşı vuruşmayıb heç zaman. Ərəblərin azğınlığına qarşı, rüşvətxorluğuna qarşı mübarizə aparıbdır. Ərəblər Azərbaycanda
əhaliyə qarşı olmazın cəza tədbirləri həyata keçirildi. Onlara qarşı vuruşublar. Məhəmməd, sən bizə deyə bilərsənmi? Bax, bu Xürrəmlər hərəkatında hansı dinin ehkamları var idi? Hansı dinin? İslam dini və Zərdüşt. Zərdüşt. İslam və Zərdüşt ehkamlarını özündə birləşdirdi. Yadında saxlayırsınız. İslam və Zərdüşt ehkamlarını özündə birləşdirmişdi. Sonra, bəs yaxşı, neçənci də Babək başçılıq etməyə başladı Xürrəmlər hərəkatına? Babək 813-cü ildə. 816-cı ildə. 816 bəli. Xəlifə Məmnun neçənci də nizami qoşun göndərdi? 19-cu ildə. Hansı ərazilər Babək tərəfindən işğal olunmuşdu şimalda? Abbası deyirsiniz. Arsak idi, Beyləqan idi, Bərdə idi, Aran idi və ki, Sünik idi. Doğrudur. Bəs yaxşı, bu əraziləri işğal elədi Babək. İndi sən deyə görə bizə ərəblərin bəzi qalasına keçirmə planı nə zaman puça çıxdı? Puça çıxması deyirsiniz. Yox. İkinci Həştad deyirsiniz. Birinci Həştad sər döyüşü. Birinci Həştad, bəli. Birinci Həştad sər döyüşü idi. Bəs yaxşı, ikinci Həştad sər döyüşü, hər iki Həştad sər döyüşü ərəblərin qələbəsi ilə başa çatıb desəm? Yox. Babək qazanır yaxı ikincidə. Bəli, hər ikisində Babək qazanmışdı. 80 min Xürrəmin öldürüldüyü döyüş. Neçə? 80 min Xürrəmin Bəd qalası yaxınlığına döyüş 837. Bu haqda məlumatı kim vermişdi? Bu haqda məlumatı Nizam Mülk. Dedi ki 80 min Xürrəmi öldürüldü. Babək məğlub olsa da bu məğlubiyyətin bir nəticəsi oldu. Hə də onlara zərər verdi bir xeyli. Hə, zərər vurdu. Onda bizə Mehriban deyə bilərmi? Mehriban. Bəs yaxşı, Babək məğlubiyyətə uğrayandan sonra məğlubiyyətə uğrasa da Azərbaycanda dedik bir nəticəsi oldu. Nə kimi nəticəsi olmuşdu? Deməli, bu xilafət yoxdur. Ərəblər zəifləyir və parçalanırlar. Feodal dövlətlər yaranmağa başlayır. Düzdür. Bəs yaxşı, hakimiyyətdə olan sülalənin kökündən sarsıtmasına görə hansı üsyanla oxşar cəhətdir? Sarsarıqlar üsyanı Çini xalq sülaləsi etmişdir. Doğrudur. Sarsarıqlar üsyanı ilə oxşar cəhətdir. Doğrudur uşaqlar. İndi başlayaq sınağımızı yoxlamağa. Sınağın düzgün cavablarını. Sınağa yoxlayandan sonra sınağa baxacaqsınız, yoxsa dünən test işlədik onu? Dünənki testimizdə var idi bizim. Uşaqlar, bir də güvən dərsin kaydını. Mən dərsdən çıxmaq istəyirəm, ona görə evdə qonaq var. Dünənki testdə olar, baxmayasınız, mən 4-cü gün baxarıq qeyd. Niyə Ayşə xanım? Evinizdə qonaq var. Niyə? Evdə qonaq var, evdə aradan var deməli. Ona da qulluq eləyəcəklər. Sağ ol, sənin qulluğuna ehtiyacları yoxdur. Əsas önəmli olan dərsdir. Mən çağırırlar. Çağırmasınlar. Uşaqlar, testin düzgün cavabını göndərdim sınavın. Mücür nəşriyyatını işləyibsizmi? Bəli. Mücürün cavablarını Ülfət göndərmişdi mücürün cavablarını yoxsa yox qızım? Mən atmışdım. Aha, qoçaq qızım. Nə qəşəng Ayşə konspektlər hazırlayır. Ayşə, bunlar bir türlü beyninə də yazsaydın. Yaman əl olardı. Məhəmməd, bəs sən testimizi işləyib para göndəribsən? Telefonda tapamadım. Hansını deyirsən, Məhəmməd? Hər gün bir sınaq qrupuna göndər... Yox, hər gün bir yox. Sizdə aslanlarım sınaq qrupu var, Onu işləmişəm, müdürünü işləmişəm üçündə, onu işləməmişəm. Göndərdim. Bayaqları baxdım ona. Tez baxardın. Nə, bayaqları baxdım belə Sasanlərlə bağa etdim, Sasanlərə. Elə qəşəng cavab verdin ki, dəhşət. Yox, nə. Toxusuz adını işlədim onun rənləri, Sasanlərin. Bu günləri gördüm, bilsəydim bunu işləyərdim. İndi oturarsan, işləyərsən. Yaxşı. Uşaqlardan bax, hamı işləyib göndərib, Ülfət də işləyib göndərib, qəşəng.
Nuray. Hə, uşaqlar. Elə isə başlayaq. Hamı yoxladı mı? Ülfət. Ülfətdən başlayırıq birinci. Ülfət neçə düz? Səhv yoxmu? Qəşəng. Əla. 30. Təhmariz neçə düz? Ay Təhmariz biraz tezdir. Ona kim? Nuray Sultanova? 20 dənə müəllim. Nuray. Amma 20 dənə az deyil qızım. Bax bu mövzu testidir. Elə çətin test deyil ki. 20. Sonra İlahə səndə? 25. 25. Dənə. Sonra Ayan səndə? 28. 28 dənə. Bunları yazana qədər səhv yazanlar. Test səhvlərinizə baxın. İzahını verəcəksiniz. Aysun? 27. Aysun, niyə 30 olmasın ki? Mən şeydə stansiyada biraz səhvlər var, bir iki dənə də falsaf eləmişəm. Zeynəb səndə? Ayşə, səsin bağla. Zeynəb, səndənəm. Neçədən test yazıbsan? 23? Səbinəm? 3 səhv. 27 düz? Bəli. Halaldır. Nuray Hüseynova? 25'dir. 25 düz. Sonra Məhəmməd işləməyibdir. Mehriban? 28 dənə. Niyə 30 dənə olmur ay Mehriban? Ayşə? 30 da. 30. Bəli. Halaldır. Leyla? 27'dir. 27. Təhmariz? 26 dənə müəllim. 26 dənə. Nuray Sultanova dedik. Uşaqlar, bax, mən sizə inanıram, güvənirəm ki, hər hansısa bir fırıldaqlıq eləməzsiniz. Niyə? Çünki onlayna qoşulan tələbə bilir ki, məsuliyyət onun öz boynundadır. Yaxşı yoxsa yaxşı nəticə əldə edəcək. Yox, əgər fırıldaqlıq eləsə, o zaman daha da geri gedər. Burada səhv eləyəcəksən, asmırıq, kəsmirik, narahat olmayın. Əlim ora çatmır, çomaq da vursam sizə dəyəsi deyil. Nə etmək lazımdır? Səhviniz var. Deyirsiniz ki, alnı açıq uzaq. Müəllim, filan qədər səhv eləmişəm. Biz də baxırıq hamısına bir-bir tarını oxuyub püfləsək də yenə məcbur o səhvlərə baxmalıyıq. Baxıb izahını veririk. Yəni, nəticədə siz öyrənirsiniz. Amma nə isə səhvləri gizlədən zaman, o zaman itirən yenə siz olursunuz. O səhvin də üstünə baxmırıq, keçmirik. Beləliklə, sən özünü də aldatırsan, müəllimi də aldatmış olursan. Başlayaq. Deməli, aslanlarım. Sizlər hər biriniz mənim aslanlarımsınız. Aslanın erkəyi dişisi olmaz. Birinci səhifədə uşaqlar. 7-ci. 7-ci sualdır. Ərəb xilafət dövründə Azərbaycan torpaq vergisi. Torpaq vergisi. Çaşdırıyorum, damsı vergi deyil. Hə, torpaq. Xərcdir. Bəli, torpaq xəracdır. Ona qədər səhviniz? 11. 8. Albaniya və Sasani dövlətlərinin tarixinə oxşar cəhət. Hər ikisinin hansı dövlət son qoyubdur? Ərəblər, Əməvi. Bəli, Əməvilər son qoyub. Düzgün cavab C variantı. 8. Ay, onda bəbəy çıxır axı. Roma imperiyasının şarjı. Əməvi xəlifələr deyirik, orada ərəb deməyin. Mən də yazmışdım. Hə, siz yazıbsınız onda uşaqlar. Ərəb qoyun izahını verim, orada mən ərəb gördüm. Əməvilər tərəfindən son qoyulubdur 651-ci ildə Sasanilərə, 705-ci ildə Əməvi xəlifələri tərəfindən var. Bu düz
Əməvi xəlifələr tərəfindən varlıqlarının son qoyulması bu 705-də yenə Əməvidə. Sasanilərin ilk xəlifələr qoyub. O 4 dənə xəlifə var idi. 651-dən. Əməvilərdə 661-də. Əməvilər son qoyub axı. Əməvilər son qoymayıbdı. Əməvilər sadəcə 705-ci ildə Albaniya son qoyub. Ona görə yanlışdır. Bəli, B variantı Roma imperiyasına qarşı mübarizə fərmanları düzdür. 8. Daha sonra baş vermişdir. Albaniyada Aşarkı sülaləsinin hakimiyyətinin tamamilə başa çatması, tamamilə deyir ha. Məhəmməd neçənci ildir? Nə deməli? Albaniyada Aşarkı sülaləsinin hakimiyyətinin tamamilə başa çatması. Arşaklər 510, Məzdəklər hərəkatının başlanması. 630. Məzdəki hərəkatının başlanması. Hə, bir dəqiqə 480. 481. Xilafət tərəfindən Azərbaycanda əhalinin və əmlakının siyahıya alınması. Xilafət tərəfindən ha. Xilafət tərəfindən 640 neçə? Niyə 600 olsun ki? 725 Bəli, 705-ci ildə idi, doğrudur. Hə. 705. Sonra bir də Qafqazdakı ərəb canişinliyinin mərkəzinin Bərdəyə köçürülməsi. Bərdəyə. Bəli. İncə dedik. Uşaqlar, Qafqazdakı ərəb canişinliyinin mərkəzinin Bərdəyə köçürülməsi neçədir? 705. Bəli, 705-ci ildə idi. Daha sonra baş verən bu hadisə burada hansı oldu? Afşin xürrəmlərə qarşı vuruşan ərəb ordusuna komandanın təyin olması neçənci il idi? 835. Bəli, 835. Deməli, düzgün cavab daha sonra deyəndə ən son baş vermiş hadisə götürülür. Düzgün cavab D variantı. 11-ci sual niyə səhv olsun ki? Ərəb xilafətinə qarşı ilk üsyanın baş verdiyi ərazi Ərdəbildir ki, Ərdəbil də xəritədə neçə rəqəmlə işarə olunubdur? 4. 4. Ülfət, bir haradır? Deməli bir hanı göz... Bu... Yox, Cərbaycan Şamır. Tiflis. Borçalı falan... Yox. Tiflis. Tiflis müsəlman əmirliyi. Tiflisdir. Şu 2 Şamaxıdır, 3 Gəncədir, 5 də Dərbənddir, 4 Dərbənd. Doğrudur. Sonra, uşaqlar, xəritə sualı səhv eləməyin də. Ən sadə sualdır burada. 16-ya qədər səhviniz? 15. 14-cü sual niyə səhv olsun? Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi deyir bizdən. Ayağınıza hələ görün burada. Deyir ki, hadisədədir ki, xəlifə əldə vergi islahatı keçirdi, sənətkar əməlatxanalar üzərinə əlavə vergilər qoyuldu. Əlavə vergi qoyulmadı, əksinə onlardan vergi alınması azaldıldı, dayandırıldı, belə olmalıydı. A səhvdir deyə çıxırıq. Beyləqanda müsafirin rəhbərliyi ilə üsyan baş verdi. Afşin ərəb ordusuna baş komandan təyin olundu. Xeyr, onda heç deməli xürrəmə hərəkatı başlamamışdı da. B-də səhvdir, getdi. Sonra C-yə baxırıq. Deyir ki, Albanlar Kür çayı sahilində Xəzərləri məğlub etdi. Xəzər xaqan Cavanşirə sülh müqaviləsi imzaladı. Bu Kür döyüşündən sonra olmayacaq. Xəzərlər gəlib talayandan sonra Cavanşir onlarla müqavilə imzalayacaq geri qaytarmaq üçün. Deyir ki, ərəblər Kadisiya döyüşündə qələbə qazandı. Sasanilər paytaxtı ərəblər tərəfindən ələ keçirildi. Kadisiya döyüşündə düzdürsəydi, Kadisiyada ərəblər qalib, amma ki tutmayıblar da. Sonra Ktesifon döyüşü də var. Y variantındadır ki, Abbasilər Azərbaycanda ağır vergi siyasəti həyata keçirdi və xilafətə qarşı azadlıq hərəkatı başladı. Bu da düz götürəcək. Vergi siyasətinə qarşı üsyan başlayır. Düzdür. Yəni xürrəmlər hərəkatı, doğrudur. 16-ya qədər səhviniz var bu səhifədə? 15 var deməli. Əməvilər sülaləsi dövründən fərqli olaraq Abbasilərin dövründə Azərbaycanda. Gəlin baxaq görək, nə iş görürlər. Əkilməyən torpaqlardan vergi alınmırdı, xeyr. Hərbiçilərə xidmət müqavimində iqta hər ikisində var. Vergi torpaqların sahəsinə görə alınırdı, ərəb xilafətinə qarşı üsyanlar baş vermişdi. Xəzər xaqanlığına qarşı mübarizə aparılmışdı. Ülfət, izah edə görürsən bu sualımızı bizdən? Hansı sual mənim? 15-ci sual. Türk Erməni sualından fərqli olaraq Abbasilər dövründə Azərbaycanda deməli yazır ki, əkilməyən torpaqlardan vergi alınmırdı.
Bu ikisində də alınırdı. Ona görə burada alınmırdı yazılır. Heç ümumiyyətlə bu səhvdir. Hərbçilər xidmət müqabilində iqta torpaqlar verilirdi. İqta torpağı ümumiyyətlə ərəblərdə bütün oldu. Ta ki o xəlifələrin də dövründə oldu, o 4 dənə xəlifə. Ona görə bu da getdi. Vergilər torpağın sahəsinə görə alınırdı. Bu Əməvilərdə yox idi, amma Abbasilərdə var idi. Özü də Sasanilərlə də oxşar cəhətdir. Bu D-də yazıb ki, doğrucaqçı olacaq. Ərəb Babətinə qarşı üsyanlar baş vermişdi. Əməvilərin dövründə üsyan, məsəl üçün deyə bilər ki, o Kordovada baş verib, orada Azərbaycanda olmasa Əməvilərə qarşı baş verib, Azərbaycanda da baş verib. Müsafirin üsyanı var idi. Xəzər xaqanlığına qarşı mübarizə aparmışdı. Oxşar hər ikisində var. Hə, deməli düzgün cavab vergilər torpağın sayısına görə alınırdı. Yadında saxla təxmininiz. Bu səhifədə səhviniz qurtardı uşaqlar. Telefonu dağıtırıq. Kimisi? O telefona baxma olmasa adam gözünü kör edir. Bilmirəm. Sonra uşaqlar bu səhifədə 26-cı səhifəyə qədər, 26-cı suala qədər səhviniz 22. 22-ci sualda. Albaniyada uzunmüddətli mərzbanlıq dövrünün mövcud olduğu illərdə Sasanilər dövləti. Və görün Nuray sən bizə. Bu uzunmüddətli mərzbanlıq neçənci illərdə mövcud olubdur? 484-dən 510-a qədər. 510-625. 510. Bəli, 510-629-cu illəri xatirələnmişdir. Hə, indi bizdə deyir ki, bax, elə bir hadisə götür ki, bu illər ərzində olsun. Bizans imperiyası ilə müqavilə imzalanması. Nə zaman Bizans imperiyası ilə Sasanilər müqavilə imzalayıbdır? Kim deyər uşaqlar? Bu da Sasani ilə Bizans arasında bağlanmış müqavilə idi ki, deyildiyi 591. 591. 591. 591-də də var, 532-də də var uşaqlar. 600 yerləri orada olub. Hə, həmin vaxt Bizans mövzusunda 532-də də var. Yəni, düzgün cavab A variantıdır. Atropatenanın daxili müstəqlinə son qoyulması eramızın 20-ci ili. Roma imperiyasının məğlubiyyətə uğratdı. Roma imperiyasının məğlubiyyətə uğratdı. Deyirəmsə. Uşaqlar, Roma imperiyasının məğlubiyyətə uğratdı deyə bilərik? Yox, deyəmərik. 510-da imperiya yox idi artıq. Roma 2 hissəyə parçalanmışdı. Ərəb xilafətinə qarşı mübarizə başladı, yox, hələ ərəblər gəlməmişdi. Alban hökmdarına qarşı Haylandur Hunları 463. Bu, uzunmüddətli mərzbanlıqdan əvvəl idi. Deməli, düzgün cavab A variantıdır. 26-ya qədər səhviniz? Yoxdursa, növbəti sualımız. 30-a qədər uşaqlar səhvləriniz? Mən 29-cu səhv yazmışdım, amma özüm bildim. Daxili siyasətdə həyata keçirdiyi 2 mühüm tədbir. Bunu niyə səhv yazmışdın? 2 mühüm Cavanşirin dövlətini sonra? Bir də onu yazmışam. Onu düz götürmək olar, amma yarı bal verir. Ha, yarı bal verir. Tam ikimizdə 2 mühüm cavab lazımdır. Hər ikisini deməli, Cavanşir neynədir? Gördüyü özdə daxili siyasətdə deyir, ha, diqqətli olursan. Daxili siyasətdə gördüyü tədbir deyə bilərsən ki, alimləri himayə edibdir, dinc qurtuluq işləri görüb, bərdədə müəyyən abadlıq işləri həyata keçiribdir. Alimlərdən uşaqlar Dəvdəklə Musa Qalan xattı hesab olunur ki, onların himayə olması məhz Cavanşirin dövrünə aiddir. Bunlar deyə bilərik. 27-ci sualda. Albaniya Sasani ağalıq dövründə, Albaniya bir də Ərəb ağalığı dövründə, Albaniya dövlətində ölkədə xristianlıq himayə olunurdu. Nə hansı dövrdədir? Sasanilər. Bəli, Sasanilərin dövrünə aiddir. Təxminiz, Xəzər xaqanının hücumlarının baş verməsi. Albaniya 642-44. Xəzər xaqanının hücumu baş verməsi 629-30-da da var, 662-də də var. Sonra ərəblərin Azərbaycanda hakimiyyəti dövründə də var. Baxıram, deyirəm ki, ərəblərin Azərbaycanda hakimiyyəti dövrüdürsə, yəni həm Sasanilər, həm ərəblərdə baş verirsə, deməli bunu 3 ayda edirik biz, yadında saxla. Sonra hərbi qənimət və daşınan əmlaka görə xümus vergisinin alınması. Xümus vergisinin alınması hansı dövrə aiddir? Ərəb ağalığında. Düzdür. Bəs yaxşı, Alban qoşunlarının Roma imperiyasına qarşı döyüşdə iştirak etməsi. Sasanilər də Amidlə Dizrat döyüşü. Aha, düzdür. Əhalinin siyahıya alınması? Bu da ərəblərdir. Bəli, ərəblərin dövründə idi. Deməli, əhalidən, burada 27-də uşaqlar, yadınıza saxlayırsınız ki, Xəzər xaqanlığının hücumlarına məruz qalmaz. Hə.
Bir dəqiqə. Xəzər xaqanlığının hücumuna məruz qalması, yadda xaqanlıq yazıldığına görə sadəcə ərəblərə aid edirəm. Niyə? Çünki Xəzər xaqanlığı 650-dən sonra yaranıbdır. 29-30-cu illərdə gələndə sadəcə Xəzərlər bir tayfa idi. Xəzərlər deməli burada oxşar cəhətdir. Oxşar cəhət deyil, sadəcə Ərəb ağalıq dövrünə aiddir. Birə aid oldu buradan Alban qoşunları Roma İmperiyasına qarşı vuruşması, birə D variantı aiddir. İkiyə aid oldu B ilə Xəzər xaqanlığına mübarizə aparması və Puyms. Oxşar cəhətdə Albaniyada xristianlıq himayə olunurdu və əhali siyahıya alınmışdı. Niyə Albaniyada xristianlığın himayə olunmasını deyirik? Uşaqlar, yadınıza saxlayın ki, ərəblərin Azərbaycana gəlişi vaxtında da belə Cavanşirin özü xristian dininə sitayiş edirdi. İlk vaxtlar xristianlıq himayə olunurdu, tək Allahlı din olduğuna görə. Sonraki dövrdə artıq əhali cizyə can vergisi ödəməsin deyə xristianlıqdan üz döndərmişdi. Burada suallar bitdi. Bittisəm. ...2025... Optika sınavına baxırıq. Bəli, bunlar işləyirsiniz bilmiyorum. Keçdiyimiz dövrlə bağlıdır uşaqlar. Burada işləyirik. Hə. Buna tez-tez işləyək. Deməli, buradan başlayırıq. Gülfət, buyur birinci suala bax. Yaxşı. Albaniya Axund Göytürk yazıb ki, Sasanilərlə mübarizə aparması. Albaniya aparıb, Axund aparıb, Göytürk də aparıb. 4-ə A-nı yazırıq. A variantı, C variantı, Y variantı çıxdı. Sonra o çıxır. Deməli, A getdi, C getdi, Y də gedir. Sonra eradan əvvəl 3-cü əsrdə yerli pulların kəsilməsi. Yerli pulları kəsib buradan Albaniya. 1-ə B yazırıq, avtomatik D variantı çıxır. 6-cı əsrin sonları 2 hissəyə parçalanması bu Göytürklərdə də 588-də parçalanır. Sonra 3-cü əsrin sonlarında meydana gəlməsi bu Axunddur. Hindistanın şimal qərb ərazilərində bu da Axunddur. D variantı. Düzdür. Uşaqlar, OTK sınaqlarını qəbula qədər səhifə 67-də nədir? Mütləq işləyib bitirmək lazımdır ki, buradan qəbula da buradan düşmə ehtimalı var. Yəni, bu tipli suallar düşəcəkdir və birdən, hətta bunun içərisindən də bəzi suallar var ki, düşür. Aysu, buyur 32-ci suala bax. Heç olmasa hər dərs bir işlənməlidir. 32-yə baxın. Bəli. Deyir ki, Manna Midiya dövlətinin İskit tayfaları ilə münasibətin nəticəsinə aid ümumi cəhəti istəyir. Urartunun işğalçılıq siyasətinin qarşısını alması, Manna Midiya dövləti İskitdən bu olmaz. Asuriyaya qarşı hərbi ittifaq yaratması, bəli, bu olacaq. Qavqamela döyüşündə iştirak etməsi yox, Qavqamela döyüşü olanda heç var yox idi. Əhəməni dövlətinə qarşı, Əhəməni olanda da var yoxdur. Atropatina ilə dostluq əlaqəsi bunlar qurulur. Ona görə də cavab yox. Cavab nə dedin sən bizə? B variantı. Bəli, düzdür. Məhəmməd, 33-cü suala bax. Bəli, 33-cü sual. Deməli, eramızdan əvvəl 1-ci əsrin 1-ci əsrində Romanın işğalçılıq siyasətinin əsas məqsədlərindən biri. Deməli, Hindistanla Qaradəniz sahillərinin birləşən ticarət yolunu ələ keçirmək, Albaniya ərazisini işğal etmək, Siziliya uğrunda mübarizədə Karfagenə qalib gəlmək, Apeniya yarımadasında Dünya yenilənmək, Makedoniya İmperiyasının Cənubi Qafqazdakı ağalığına son qoymaq. Eramızdan əvvəl 1-ci əsrin 1-ci yarısı, yəni eramızdan əvvəl 50-ci ilə qədər bir dəqiqə. Nə var ki? Bizim burada Pompey ilə Lukulun hücumlarından, Pompey'nin hücumundan danışır da. 2 olar onda. Sonra dəqiqə. Örnələ getirmək. 1-2 olar müəllimə. Bəli, 1-2. Hindistanla Qaradənizi birləşdirən ticarət yolları bir də Albaniyanı işğal etmək. Bəli. Siciliya Azərbaycan deyir. Siciliya uğrunda mübarizə aparıb, Karfagenlə mübarizə aparıbdı, ona görə yanlışdım. Apeniya yarımadası, bu da İtaliya uğrunda mübarizə idi. Makedoniya İmperiyasının Cənubi Qafqazı da ola bilməz, çünki Azərbaycanda Makedoniya İmperiyası 323-cü ilə başa çatmışdı.
Bəli. 34-cü sualımıza baxaq. 34. Ayən, buyur. Deyək ki, qədim Roma imperiyası tarixi ilə bağlıdır. Amit döyüşündə Sasanilər dövlətinə məğlub olması. Bu elə düzdür. Amitdə Sasanilər qalib gəlir. Dizravda isə Romalılar qalib gəlir. Ona görə A düzdür, amma bir variantlara da baxaq. German tayfaların hücumları nəticəsində süquta uğraması. Əslində bu ona aid deyil. O bölünəndən sonra bir hissəsi Bizans yox, digəri Qərbi Roma parçalanacaq. Ona görə getdi B variantı. Roma şəhərinin salınması. Roma şəhərinin salınması imperiya dövrü deyil, padşahlıq dövrünə aid. Hətta padşahlıq dövrü də ondan sonra başlayacaq. Ona görə C də getdi. Karfagenlə müharibə aparılması da imperiya dövrü deyil, respublika dövrüdür. Ona görə D də getdi. Bir il müddətinə seçilən konsullar tərəfindən idarə olunması. Bu da yenə imperiya yox, respublika dövrü deyə getdi. Cavab A variantı. Düzdür. Mehriban, 37-ci suala bax. Qaraxani Qəznəvi yadındadır. Deyək ki, Qaraxanlılarla Qəznəvilər dövləti Dəmir döyüşləri, Dəndərkən döyüşündə qalib gəlməsi. Dəndərkən döyüşündə Səlcuq qalib gəlir, bu qalib gəlmir. Bunu çıxarırıq. Hindistanın şimal-qərbinin özlərinin işğal edilməsi. Qəznəli var idi, Mahmud Qəznəli idi. Bunu götürərik. Sonra Səlcuqlar tərəfindən varlığına son qoyması yox. Səlcuqlar tərəfindən varlığına son qoyulmuyor. Burada sadəcə B-yi götürdük. Sonra Qaraxanlı dövləti əsasının Səlcuq Buğra xan tərəfindən qoyulması. Bu, bir dəqiqə, düz idi. Yox, Səlcuq Buğra xaqan sadəcə İslam dinini qəbul edib paytaxtı Qaşqara köçürəndir. Sonra 11-ci əsrin ortalarında parçalanması, Qaşqar paytaxt şəhərə çevrilməsi. C-yi götürərik. Elə 11-ci əsrin ortalarında 1042-ci ildə parçalanıb. 40, 50, 60 ortalarıdır. Buradan da BC-dir. 1A, 2B. Zeynəb, buyur. Xəritədə qeyd edilən şəhərlərin 10-cu əsrin ikinci yarısı tarixinə oxşar cəhətləri müəyyən edin. Şəhərlər hansı şəhərlərdir? Biri Təbrizdir. O biri bilmiyorum. Ərdəbil, biri Təbrizi, biri Ərdəbil. Sasani dövlət tərəfindən işğal edilməsi. Hər ikisini oxşar cəhət seçməliyik. Hə. Bəli, 10-cu əsrin ikinci yarısına, 950-dən sonraki illərə. İlk dəfə paytaxt şəhərlərə çevrilməsi. Bu C variantı uyğun gəlir. Hər iki ilk dəfə paytaxta çevrilir. 10-cu əsrin ikinci yarısında, Sasanilər, Rəvadilərin paytaxtı hansı şəhər idi? Rəvadilərin ilk dəfə Təbriz olmuşdu. Bəs yaxşı, Ərdəbilin ilk dəfə paytaxt elan olunmasını sən Rəvadilərlə deyə bilərsən. Axı bundan əvvəl də var idi Ərdəbil. 10-cu əsrin birinci yarısında, yadında saxlayırsan, sadəcə ardınca Salayların paytaxtı olub. Yəni, həm birinci, həm ikinci yarısında Ərdəbil paytaxtı olub. Ona görə bu ifadə yanlışdır, C variantı yanlışdır. Rəvadilər dövlətin tərkibində olması. Bu aiddir. Bəli, D variantı. Bax, görürsən, variantları axtarda da oxumaq, sonda qərar vermək lazımdır. Həm Təbriz, həm Ərdəbil, həm Rəvadilərin dövlət tərkibində idi, həm də paytaxt idi. 35-ci sualdan. İlahə, buyur. Erkən Tunc dövründə Azərbaycanda əhalinin iqtisadi həyatında baş vermiş yeniliklər, heyvandarlığın əsasının qoyulması bu mezolit dövrü idi. Şəhər mərkəzlərinin inşa edilməsi Orta Tunc idi deyəsən. Şumlanma zamanı qoşqu heyvanlarının, bu xış idi, xış da yaranırdı Erkən Tuncda, onda C-dir. Ölülərin kollektiv şəkildə dəfn edilməsi, elə erkən yox. Kollektiv şəkildə erkən əhalinin iqtisadi həyatı. Sən fikirləşin ki, belə bir şey vardı Tunc dövründə. Şərtə bir daha qayıtma. İqtisadi həyat deyil, pul gətirin. Ölülərini bastırmaq nə vaxtdan bizə pul qazandırır? Erkən Tuncda iqtisadi cəhət deyil, ovçuluğun da əsas sahəyə çevrilməsi, bu da mezolitdə başlayır da. Düzdür. Deməli, yanlışdır. Sonra bu tərəfdən başlayaq. Əhmariz.
38-ci suala bax. Yusuf ibn Əbsasdan fərqli olaraq sayıları hökmdarı Mərzban ibn Məhəmməd Mosul hakiminin hücumlarına qarşı mübarizə aparmışdır. Bu aiddir. Variantların hamısını oxu. Dərbənd Elə bir səddən xüsusiyyət təmin götürməlisən ki, bas tacirlərdən fərqli olaraq salarilər də olsun. Dərbənd səddini təmin etdirmişdir. Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirmişdir. Səlcuq dövlətini asılı qəbul etmişdir. Hərdəbir şəhərini paytaxta çevirmişdir. Dını çıxır, çünki orada heç bir yerə yox idi. Onlar Səlcuq Salar davamında sazı süqut eləmişdi. Sonra Dərbənd səddini məncə C deməm. Yusifdən fərqli olaraq Mərzban, yadında saxla. Dərbənd səddini təmin etməsi Yusifə aid. Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirməsi hər ikisinə aid. Səlcuq dövlətindən doğuldu, asılı deyildi. Ərdəbil şəhəri hər ikisində paytaxt olmuşdu, qaldı A variantı. Bəli, A, Savari, Mərzban Yusiflə mübarizə aparır. Yusifdən fərqli olaraq Mərzban Mosul hakimi ilə mübarizə aparır. Sən onun Slavyanların yürüşündə oxuyubsan. Ki, Mosul hakimi ilə mübarizə apardığına görə Bərdə şəhərinin mühasirəsi zamanı kömək edə bilmədi. Slavyanlardan qoruya bilməmişdi. Zeynəb, buyur. Qırxdördə baxıram. 44 deyildi, 39'dur. Mətin veriblər. Pardon. Onlar 3-cü əsrin 20-ci illərində Azərbaycanın işğalına başlayaraq əvvəl Atropatena ərazisini, daha sonra isə Albaniya dövlətini ələ keçirdilər. Həmin dövlətin hakimiyyəti dövründə Azərbaycan ərazisi inzibati baxımdan qustaqlıqlara bölünmüş, əhalidən xarac, gezit adlı vergilər alınmışdır. Şimal sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Dərbənd səmti inşa edilmiş, bir çox müdafiə qalaları tikilmişdir. Mətndə bəhs edilən əsarət dövründən fərqli olaraq Ərəb əsarəti dövründə Azərbaycanda əhaliyə can vergisi ödəyirdi. Can vergisi hər ikisinə var idi. Sosial dayaq məqsədi ilə qeyri-Azərbaycanlı tayfaları yerləşdirildi. Təbii şəhər inzibati mərkəzə çevrilmişdi və şərti torpaqlar mövcud idi. Beynəlmiləl sülaləsinin varlığına son qoymuşdu. Ərəb əsarəti dövründə olanlar seçməli. Birə çıxsın. Cavab A variantıdır mı? Bəli, A variantı. Qəşəng, düzdür. Dəbil şəhər inzibati mərkəzə çevrilmişdi və bir də Mehranilər sülaləsinin varlığına son qoymuşdu ərəblər. Düz. 40-cı sualımızda. 40-cı sualımızı kim izah edə bilər uşaqlar? Uyğur dövlətinin mövcudluğu dövründən bağlı deyir, hə? Mən deyim. Buyur. Uyğur dövləti 744-dən 840-a kimi deyirlər. Bəli. 840. Burada 80 döyüşü ola bilərmi? 80-dəki 29-da baş vermişdi də, 829. Görürsünüz uşaqlar necə? Həm Azərbaycan, həm ümumi tarixi qarışdırıb salırlar. 41-ci sualımızda Şəddadilər dövlətindən bağlı. Nuray Hüseynova, buyur. Şəddadilər dövləti 11-ci əsrin 60-cı illərində, yəni 2060-cı illərdə deyir ki, Alan tayfalarının hücumlarına qarşı müdafiə tədbirləri gördülər. 1060-da müdafiə tədbirləri bu qaldıqdan orduların ölkə ərazisinə yerləşdirilməsinə başlanıldı. Səlcuq dövlətinin asılılıq idi. Haydar xaqanlığının işğalçı hücumlarına qarşı mübarizə apardılar, parçalanaraq süqut etdilər. Beşi çıxarıqda 1060-da süqut eləməyiblər ki, bunlar. Onu beşi çıxsa, yeni atarıq, qalarıq ABG arasında. Daha sonra Səlcuq dövlətinin asılılığı bu düzgüydü. Səlcuqlardan asılı idilər onda. Yəni, üçü də götürür, qalırıq ANAG arasında, bindən ikiyə baxaq idi. İkidə deyir ki, Oğuzların ölkə ərazisində yerləşdirilməsinə başlanılması. Oğuzlar ölkə ərazisində nə zaman yerləşdirildi ki? 17-1030. 20-30-cu illərdə məskunlaşıblar. Onda ikini çıxırıq, 1-3, cavab C variantı. Alanların Azərbaycana hücumu Şəddadi dövlətinə hücumu, ha.
1062-1063-cü illər ərzində idi uşaqlar. Yadınıza səhv verirsiniz onu. Ona görə bəli, Alandı, bir də Səlcuqlardı. 45-ci sual ilə sağ tərəfdə 45-ci sualı görürsünüz. Leyla, buyur. B xəttində işarələnmiş dövlətin tarixinə aid düzgün bəndləri müəyyən edin. Bura Bizansdır. Bəli, Bizans. Hardan bildik Bizans olduğunu? Bax, paytaxtına bax, Konstantinopol. İndiki Türkiyə ərazisi paytaxt İstanbul. Oradan bildik. deyir, ikinci Gölçük dövlətin asılı vəziyyəti salınması. Bax, Bizans dövləti. Asan bir sual deyil, çətin deyil. Gözünü böyütmə. Bizans dövləti ikinci Gölçük dövlətini asılı vəziyyətə salıb? Yox. İkinci Gölçüklə mübarizə aparmayıb. Birinci Gölçüklə mübarizə aparıbdır. Üstəlik də ki, İstəmi mübarizə aparmışdı. Yəni, bu bir səhvdir. Bir olan variantları çıxırsan. D çıxdı, Y çıxdı. Avropa Hun dövləti ilə ticarət əlaqələrinə malik olması. İndi gəl baxın görüm. Avropa Hun dövləti yadındadır sənin. Ən qüdrətli hökmdarı kim olmuşdu Avropa Hun dövlətinin? Attila. Bəli, Attilanın hətta bağlanmış müqavilələrə görə ticarət əlaqələri saxlaya bilərdilər. Deməli, 2 doğrudur. Qərbi Roma İmperiyası adlandırılması yox. Baxıram, bu Şərqi Roma İmperiyasıdır. Bizansa Şərqi Roma deyirdilər. Roma İmperiyasının parçalanması nəticəsində meydana gəlmişdi. Bu da düzdür. Deməli, 2-4-dür düzgün cavab. Katalon döyüşündə məğlub olması yox. Katalon döyüşünü 451-ci ildə axı biz Qərbi Roma ilə demişdik. Deməli, düzgün cavab 2-4 variantıdır. Aydın oldu? 44-ə bax, onu yaxşı izah eləmədin. 44-cü suala bax. Bir Gölçün və birinci Gölçük dövlətlərinin zəifləyərək parçalanmasının səbəblərindən biridir. Xəzər xaqanlığı ilə müharibələrin başlayıb. Bunların ikisinə də ortağım istəyirdim, mənim düzdür. Bəli. Xəzər xaqanlığı ilə müharibələrin baş verməsi. Birinci Gölçük Xəzərlə müharibə aparmamışlar deyirsən. Yox. Böyük Hun hansı ara Xəzəri gördü axı? Hakimiyyətin ilsən keçməsi, bu da olmaz. Parçalanma səbəbi deyir. Ola bilməz bu. Bizim həmişə türklərin ən böyük səhvi nə olub? Mərkəz Asiya türklərin ən böyük səhvi. Çinlərlə yaxınlaşma. Ah, bu Çin qızları, işlər başı onlardır. Türk şəhzadələrinin Çinlə yaxınlaşması. Y variantı. Nə deyirdin Ülfər? Deyirəm, mən İltər sənin səhv eləmirəm. Qəşəng, düzdür. 43-cü suala. Aylin, 43-cü suala bax. Aylin, eşidirsən? Hara getdi Aylin? Ayşə, 43-ə bax. Deyir, eradan əvvəl 2-ci əsrə verəndə Atropatena dövlətinin Selevkiya əsarətindən azad olunmasına şərait yaratdı. Roma Selevkiya müharibəsinin baş verməsi. Eğer deyirsən burada, bunun nəticəsində də ki, Selevkiya oldu, süqut olurdu. Oxudum. 42-ci suala Nuray Hüseyin Sultanova buyur 42-ci suala bax. Hayır, Səbinə buyur. Mənim səs var idi, neçənci sual? 42-ci sual, sağda yuxarıda. Bir dəqiqə. Misirin şimal sərhəddə Fərat çayına çatdı. İlk piramidanın inşa Kadeş müqaviləsi Misirin Nəsiyyət sərhədə qarşı birinci Kadeş müqaviləsi də. Yox, ilk dəfə şimal təzəcə keçmişik Səbinə. Şimal sərhədləri ilk dəfə hansı hökmdarın dövründə çatmışdı Fərat çayına? İkinci Ramzes. Birinci Tutmos. Doğacam səni Səbinə. Prosta açdım. Birinci Tutmosun dövründə. İkinci Ramzesə qədər hələ arada 3-cü Tutmos da var, o da işğal edib bu əraziləri. Ona görə birinci Tutmos D variantıdır. Bu səhifədə bitdi. Didiqori döyüşü. Uşaqlar, Didiqori döyüşünün nəticəsi kimin yadındadır? Qəşəng. Tiflis müsəlman əmrinə son qoydu. Kimlər suala cavab vermədi? Hər kəs cavab verdi, o zaman başlayaq. 47-ci sualda. Ülfət, buyur. Bəli, deyir ki, hadisə nəticələri doğru verilib. Arilərin yürüşləri baş verməsi Çində dəmir
Kanunun başlanması. Arilər yürüş edib Hindistana, Çinlə nə əlaqəsi var? Bir səhvdir. Teoman Tağının türk tayfalarının birləşdirməsi, Mərkəzi Asiyada iki türk dövlətin meydana gəlməsi düzdür. Eradan da 220-dir. Ya 221 idi belə idi. Mətəq xanın Çinə yürüşə başlaması, böyük sinsiyyətin inşa başlaması bu 214-dür. Mətənin dövründə deyil bu. 3 rəsədli Hindistan Van çeşidlə birləşdirməsi, Mohenjo-Daro şəhərlərinin salınması bu əvvəl 3-cü minillikdə olub. Bu Van çeşidli Ashokanın dövrüdür bu səhvdir. Ashokanın hakimiyyətə gəlməsi, Hindistanda buddizm təbliğ edilməsi düzdür. 2-5 olar burada. B variantı. Bəli, düz. B variantı doğrudur. Aysu, 48-ə bax. 48-də deyir ki, Eradan əvvəl 5-ci əsrdə Afina şəhər dövlətin idarəçilik sistemi üçün səciyyəvidir. Senatın müharibə və sülh işlərinə nəzarət etməz. Senat Romadaydı, Afinada senat yox idi. Ali hakimiyyət xalq yığıncağının səlahiyyətində olması bu olar. Demosun hüquqları müdafiə edərkən tribun vəzifəsini təsis etməsi. Romada Patrisi plebe idi, Afinada Demos idi. Demos, bir dənə bu qalsın. Strateglər Patris tərəfindən təyin edilməsi bu Romadaydı, amma bizdən Afinanı istəyir. Konsullar bir il müddətinə seçilməsi bu da olmayacaq. Bir dənə Demosla ali hakimiyyətdə qaldım. Niyə? Bax, Demos Afinada deyil. Bəli, Romadaydı. Doğrudur. 49 asantı deyir ki, 7-9-cu əsrlərdə Azərbaycanda mövcud olmuş torpaq mülkiyyət formasına aid deyil. Bəli, qəşəng qaldım. Səbinə, 50-ci suala bax. Səbinə, eşidirsən? Bu məbsəsin davamışı 833 deyir ki, Ramadan döyüşündə xilafətin xürrəmlər üzərində qalib gəlməsini təmin etdi. Orada ilk ağır, yəni Babəklər qalib gəlməmişdi, Xəzərlər qalib gəlmişdi. Orada bəzi qalasının hərflərin əlinə keçməsi. Ben bu deyil, Abbaslar sonrasının hakimiyyətə gəlməsi. Bu da deyil. Sonra deyil, xilafətin Bizansın müharibə, xilafət ordusunun hakimiyyət türklərdən də bu. Cavabdan və Əbu İmran daha əvvəldəydi. Ona görə burada diqqətlə bax. 833-də kimlə müharibəni dayandırdılar bunlar? Bizansla. Bəli, Bizansla. Ona görə deməli Bizansla müharibənin dayandırması C variantı. 55. Ayşə, 55-ci suala bax. Aha, deyir, Eradan əvvəl 4-cü əsrə aid Atropatena dövlətinin yaranması 321-dədir, elə bu olar da. Roma dövlətinin konsullar tərəfindən idarə edilməsi bu 2-ci əsr deyəsən. Yunanısına metodların zərb edilməsi 4-cü, yox, Yunanıstanda. 7-ci əsr, konsullarda 509, 6-cı əsrdən idi, onu da səhv demişdin. Makedoniya İskəndərin Misri işğal eləməsi bu 500. 332, İskəndərin dövrü 4-cü əsrdə, onsuz da, bunu da bilirsən. Sonra? Onda 1-lə 4. Baxıra qədər baxdım, bəlkə öbürsünə var. Sizin də vaid adı 2-də. Amma 2-yə bir daha baxaq. Roma dövlətinin konsullar tərəfindən idarə edilməyə başlanması yazmayıb, ha. Romada Respublika dövründə həmişə konsullar idarə edir uşaqlar. Bax, bu çox belə təhlükəli sualdır. Uşaqlar bəzən burada çaşıb ikini götürmür. Romanın konsullar tərəfindən idarə edilməsi 4-ə dair, yadınıza saxlayın. Əgər ki 509-dan Eradan əvvəl 27-yə qədər Respublika dövrü olubsa, deməli 509-dan 27-yə qədər konsul olubdu həmişə. Ona görə 2-ni də götürüb. Bəli, 4-cü əsrdə konsullar idarə edib. Başlanması yazsaydı səhv olardı. İdarə edilməsi yazıb, bəli, idarə edibdir də düzdür. Onda bir kilo. Azərbaycanın 9-11-ci əsrlər dövründə ifadələri müəyyən edin. 9-11-ci əsrlərdə haşalar. Hansı ifadələr ola bilər? Geziti götürə bilərsiniz? Yox, gezit bu şeydəydi. Sasanilərdəydi. Ulus götürə bilərik. Bəli, 9-11-ci əsr. Qəbalə icazə kağızı idi. Qəbaləni götürə bilərik. Sonra bir də hacı vəzifəsini. Doğrudur. Siz onu Şirvanşahlarda öyrənirsiniz. Sarayda gətir-götür işlərini. Nə? Kurs Sasanilərdə, Xosrov və Şirvanın dövründə inzibati bölgü idi. 53. Aylin, 53-cü suala bax. Aylin dərsini çox deyəsən. Aylin yoxdur. Ayan, o zaman buyursan bax.
Sadilər və Salarilər dövlətinin tarixinə aid oxşar xüsusiyyətlər 10-cu əsrdə varlığına son qoyulması. Sadilər 898-də bitir. Ona görə götürməyəcəm də o 9-cu əsrdə. Yox, 898-də yaranır. 941-də tutar, orada 941-də başlayır, 981-də bitir. 10-cu əsrdə varlığına son qoyulması, ona görə götürürəm. Biri götürürəm. Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirməsi. Bunu bayaq deyək də, Yusiflə Əmərzibay Məhəmməd üçün oxşar cəhətdir. İkini də götürürəm. Xilafət hərbi qüvvələrinin məğlub edilməsi. Bu bir dənə qalsın. Xəzər dənizində ticarət donanmasına malik olması. Xeyr, bu səhv eləmirəmsə Salarlərdə olmadı, ilk ticarət donanması. Türk sülaləsi tərəfindən idarə edilməsi bu hər ikisi üçündür. Həm bir dəqiqə. Bunlardan hansısa biri mənşəcə. İkisi də sadəcə Salarisi, Türkdür. Tamam. Onda 1, 2, də 5. Düzdür. Sonra buradan 51-52 qaldı. 51-ci sualımızda kim deyər 51-ci sualı bu Təhmaris desin. Buyur Təhmaris. Şəhər dövlətlərinin yaradılması mənim bu düzdür, anı götürücü ilə. Roma Respublikası ilə ticarət əlaqələrinə malik olması yoxdur mənim. Bu heç 3-cü milliyə aiddir. Hieroglif yazıdan istifadə edilməsi orada mixi yazı idi. Olimpiya oyunlarının keçirilməsi bu Yunanistan idi. Mesopotamiyanın yerli əhalisi olması xeyr, çünki onlar Alтай dağlarından gəlmişdi. Deməli, düzgün cavabdır. A variant doğrudur. Məhəmməd, 52-ci suala bax. 52-ci sual. Deməli, Qəznəli və Şirvanşahlar dövlətinin tarixində 11-ci yüzilliyə aid oxşar cəhətdir. Deməli, Qəznəli Şirvanşahlar. Səlcuqlarla mübarizə aparılması, Monqol yürüşlərinə məruz qalması, Gürcü tayfalarına ölkə ərazisində məskunlaşmağa icazə verilməsi, Hindistanla bir sıra ərazilərin ələ keçirilməsi, Dərbənd əmirliyinin tabe edilməsi. Dərbənd əmirliyi Şirvanşahlarda var idi. Qəznələrdə var idi Dərbənd əmirliyi. Yox, Qəznələr hardan gəlib çıxdı Dərbəndə? Bir dəqiqə. Məntiqlə tapa biləcəyin asan bir sualdır. Səlcuqlarla mübarizə aparılması. Variant doğrudur. Bu 2025-ci də OTK-nın birinci testidir. Sizcə necə uşaqlar? Çətindir, asandır? Asandır. Bilənə hər şey yaxşı, asan, bilməyənə hər şey zülmətdir. Çalışın ki, bilin. Asan da olsun hər şey. Francı ardıcılıq deyir. Təzəcə keçəcəyimiz daha doğrusu. Tiflis müsəlman əmirliyinin yaradılması. Uşaqlar, Tiflis müsəlman əmirliyi nə zaman yaradılıbdır? 122. Xeyr, yaranmaz. 8-ci əsrin 30-cu illəri. Şirvanşahların paytaxtının Şamaxıya köçürülməsi. 918. Oğuz tayfalarının Rəvadilər dövlətinin ərazisində məskunlaşmağa başlaması. Azərbaycanda əhalinin cizyə vergisini almağa başlaması. Bu da ki, Düzdür. Ərəblərin. Bəli, ərəblərin Azərbaycana gəlişi 7-ci əsrdən sonra. Zeynəb, 57-yə bax. Qədim Çin, qədim Hindistan, qədim Yunanistan, Xeyronaya döyüşünün nəticələrində azadlığını itirməsi, bu Yunanistan idi. Qırqamış dastanının tərtib edilməsi. Qırqamış dastanı Hindistandaydı. Niyə Hindistan olsun? Şumerlərin dastanıdır bu dastan. Makedoniya imperiyasının hücumlarına məruz qalması. Makedoniyanı, bu Hindistan idi. Ölkə ərazisində Konfusi təliminin yayılması. Konfusi Çində idi. Düzdür. Pinsen müqaviləsinin imzalanması, bu Pinsen də Çində idi. Bəli, düzdür. Bəs yaxşı. Bax, axı, Makedoniya Hindistan'a da yürüşə keçib Yunanistan'da. Nəyə görə Hindistan götürdün? Bəli, qəşəng. Bunda imperiya deyildi, düzdür. Makedoniya İskəndərdən sonra imperiya oldu. Sonra belə bir mətn verir uşaqlar. Deyir ki, bizə bu qədim ruslar Xəzər sahillərinə gəldilər. Bəli, darmadağın elədilər, Slavyanların yürüşündən danışır. Aranın anası adlanırdan Bərdə şəhərini işğal etdilər, Bərdə faciəsi törətdilər. Lakin Bərdədə yolxucu xəstəliyin yayılması rusların buranı tərk etməsinə səbəb oldu.
Bəzi Azərbaycan hakimləri və dövlət başçıları ölkə ərazisində baş vermiş qiyamları yatırmaq üçün slavyanların köməyindən istifadə etmişdir. İndi gəlin baxaq mənbələrimizə. Mənbədə bəhs edir. Aha. Dövlət olaraq sala bilən kirvaşaqlar olarmı? Bəli, olar, düzdür. Bəs yaxşı, həmin dövrdə de görüm Nuray Hüseynova, sən bizdən slavyanların hücumlarından zəif müdafiə olmamızın səbəblərinin ikisini də görək. Orada əhalilər arasında birliyin olmaması idi. Cəmaatın boynuna yıxma. Deyirsən ki, vahid dövlətin olmaması. Vahid dövlət. Daxili çəkişmələr. Bəli, düz, daxili çəkişmələr düzdür. Yəni, hakim sülalə günahkardır. Bəs yaxşı, Fəsəldə hərbi donanmanın olmaması olar mənim. Hərbi donanmamız yox idi, doğrudur. Mətndə Bərdə şəhərində uşaqlar sonraki tali. Sadə özünü vurdu. Bir uzun müddət özünə gələ bilmədi. Sonraki tali. Görən kimi yadındadır uşaqlar. Bundan sonra Partilər partaq seçmiş ki, bəli, düzdür, doğrudur. Səlailər bundan qayğısına qalmır Bərdə şəhərinin. Şəddadilər də neynədi? Getdi Gəncənin paytaxt seçdi. Ona görə Bərdə gözdən könüldən uzaq qaldı. Hə, uşaqlar, belə. Hər dərs bunlardan bir-bir işləsək, qoçarıq. Gələn dəfə də sınaq 2-yə baxarıq, sınaq 2-ni işləyərik. Neyinirsiniz evdə uşaqlar? Evdə oxuyacağınız mənəm. Səlcuqlara qədər qəşəng təkrar edirsiniz. Çiçəklər kimi, güllər kimi. Qəşəng də cavab verirsiniz. Test olaraq da mücürdən həmin mövzuların testlərini işləyəcəksiniz. İşləyirsiniz, yoxluyursunuz. Səhvlər hansılar ki sizə tam aydın olmadısa, onları mənə çəkib şəxsidə göndərirsiniz. Ya da burada dərs zamanı baxarıq. Aydın oldu? Səlcuqlara qədər oxuyuruq. Bəli, Səlcuqlara qədər. Azərbaycan tarixi. Hə, Azərbaycan tarixi. Bir daha deyim. Azərbaycanda feodal dövlətlər, slavyanlar, sosial-iqtisadi həyat, mədəniyyət. Səlcuqlara qədər oxuyursunuz uşaqlar. Bu qruplara göndərmişəm, onların izahlarını göndərim sizə. Bunları oxuyub mənə gələn dərsə çatdırırsınız, qoçaqlarım mənim. Oldu, sağ olun uşaqlar. İnşallah gələn dərsə görüşmək. Sağ olun. Sizlər də sağ olun. Sağ olun.